Salam yoldaşlar, bugün Qalata Mətki Test Bankından ikinci dərəcədən denkləmlərin testlərinə baxırıq. Haydi başlayaq. Birinci misalda kvadratik tənliyimizdə SS və yaxud da ki ÇK görsək, bilirik ki, bu çözüm küməsi deməkdir. Yəni nə deməkdir? Verilən rəqəmlər, ədədlər tənliyin kökləridir. X-i yenə 0 qoysaq bir mənası olmur, A gedir. Ona görə biz 4-ə baxırıq. Bütün X-ləri yenə gətirib 4 qoyaq. Onda olar 16 çıxılsın, A vurulsun 4, üzərinə gəlsin 4 bərabər 0. 4A bərabər 20-dən A'mız çıxar 5. İkinci sualda bu məntiqləndir. Gəlin birinci X-lərini yenə 2 qoyaq. Görək M nəymiş? O da olar 4 çıxılsın. M plus 1 vurulsun 2. Üzərinə gəlsin 4 bərabər 0. 4 çıxılsın 2M. Heç çıxmadan da bunları bir tərəfə yığsaq. 2 vurulsun M plus 1 bərabərdir 8-ə. M plus 1 bərabərdir 8-i 2-yə bölürük 4-ə. M'imiz çıxır 3. M-i yenə gətirib 3 qoyandan sonra bizim tənliyimiz nəyə çevrilir? X kvadrat çıxılsın 4x üzərinə gəlinsin 4 bərabər 0. Və burada da bir müxtəsər vurma düsturu var, formul var. Bizdən də heç bunu istəmir. X1 kökün sandım ki, istəyir. Amma elə M istəyirmiş. M də tapmışıqsa götürə bilərik. Sonra üçüncü misalımıza baxaq. Buradan da düz məntiq kvadratik tənliyi həll edirik. Amma bir əmması var ki, kəsirlə işləmək. Gəlin bütün hər tərəfi 1x kvadratına vuraq ki, o kəsirlər çıxsın, geçsin. Onda nə olur? 1 üzərinə gəlsin 4x üzərinə gəlsin 4x kvadrat bərabərdir 0. Buradan da bir formula görməyə çalışırıq. 2x üzərinə gəlsin 1-in mötərizə kvadratı bərabər 0. Əgər kvadrat 0-dırsa, məlum məsələ aşağı hissəsi də 0-dır. 2x plus 1 bərabər 0 desə, x-imiz də olar mənfi 2-də 1. A variantı. Dördüncü sualımızda M hansı aralıqda olar? Gəlin buradan birinci işarələr, köklər təyin edək. X1-imiz 0-dan böyükdür, yəni müsbətdir. X2-miz amma 0-dan kiçikdir, mənfidir. Onda V-ə görə birinci bütün sıranı bu 1 çıxılsın M-ə bölmək lazımdır. X-in kvadratı üstə gəlsin 4 bölünsün 1 minus M. Yanında X üzərinə gəlsin M kvadrat çıxılsın 4 bölünsün 1 minus M bərabər 0. Tənliyimiz bu. Əgər bizim tənliyin kökləri biri müsbət, biri mənfidirsə, Viet teoreminə görə biz bu köklərin cəmi yox, x1 üstə gəlsin x2-ni yox, amma x1 vurulsun x2-nin nə olduğunu danışa bilirik. Çünki köklərdən də müsbəti mənfiyə vuranda cavab yenə mənfi olmaz. Bizdən də baxırıq Vietdən tənliyin kökləri hasilini göstərən budur. Yəni bu mənfi olmalıdır mütləq. Qıraqda da yazırıq M kvadrat çıxılsın 4 bölünsün 1 minus M kiçikdir 0, bərabər belə deyil, 0-a bərabər deyil, mütləq mənfidir. Biz də bu kəsirləri necə həll edirik? Deyirdik, birinci yüksək dərəcənin dəyişən qarşısında mənfi olmasın. Bunun yerini dəyişmək lazımdır. Bunu da bir kənara çəkək. Yəni, buradan danışırıq ki, M kvadrat çıxılsın 4 bölünsün. Baxın, bu hissənin yeri dəyişir. M çıxılsın 1, işarə də dəyişir, böyükdür 0 və bizim baxacağımız interval bu aralıqda olacaq. Buradan da kökləri tapsaq, M bərabər 2, M bərabər mənfi 2, M bərabər 1 desək. İnterval atırıq, ədəd oxunda mənfi 2-miz var, 1-imiz var, bir də 2-miz var. İstiqamət müsbət, mənfi. Həmişə sağdan başlayın intervalı seçəndə. Müsbət, mənfi yenidən. Bizdən də dedik ki, böyükləri istəyir. Yəni, müsbət hissələrdə dairəyə alsaq, həllimiz bu olur. Mənfi 2, 1 arası heç biri daxil deyil. Birləşmək 2-dən müsbət sonsuzluğa qədər. Bizdən elə bunu istəyir. C variantı. Ümid edirəm ki, başa düşülən olur. Viet çox işimizə yarayır kvadratik tənliklərdə. Bura gələk. Deyir, tənliyin əsası, yəni solution seti, çözüm küməsi, həllər çoxluğu nədir? Biz bunu həll eləməyi iki cür həll eləyə bilərik. Vietdən və yaxud da ki, diskriminant. Diskriminant yəqin ki, yorar. Gəlin birincisi Vietə baxaq. Bütün sıranı M-ə bölsək, tənliyimiz səndəmə belə olur. X-in kvadratı üstə gəlsin, M-in çıxılsın 1 bölünsün M kimi. Çıxılsın n bölünsün m kimi bərabər 0. Yanında da bunun bir x-i var. Oradan da sadələşdirsək, x kvadrat üstə gəlinsin. M-ni m-ə bölürük n, çıxılsın 1 bölünsün m. Vurulsun x, çıxılsın n bölünsün m. Bərabər 0. Buradan da Vietdən köklərinə görə x1 üstə gəlsin x2, n çıxılsın 1 bölünsün m qarşısındakı mənfi ilə. Yəni, nə deməkdir bu da? 1 bölünsün m çıxılsın n formasındadır. X1 vurulsun x2-miz nədir bəs? Mənfi n bölünsün m. İndi mən buradan nə görə bilərəm? X1-ə gətirib məsələn deyirəm. Mənfi n qoysaq, x2-yə də 1 bölünsün m qoysaq, hər ikisini də tutur. Fikir verin. Cəmi buradadır bu iki nöqtənin. Hasili də buradadır. Köklərimiz elə, yəni n-li m-lidir. Bir rəqəm axtarmayın.
Mənfi ilə 1 bölümdə Y variantında. Gəldik 6-cı suala. Bu tip tənliklərin köklərini ayırmaq üçün V-dən istifadə edirik. Amma x kvadratın qabağında ədəd olsa təbii ki tablo üsuluna gedəcəyik. Neyniyək? Hasili 2 cəmi 3, 1, 2 kimi baxaq. Mənfi 3 olsun deyə mənfi 1, mənfi 2. Aşağıya düşürük. 2, 3 buradan. Cəmi mənfi 5, mənfi 2, mənfi 3. Kökləri V-dən tapdığımız kökləri həmişə əks işarə ilə yığırıq. Mənfi 1, mənfi 2 olsa belə plusla. X plus 1, x plus 2. Amma tabloda necədirsə elə işarəni dəyişmirik. X plus 2, x plus 3 bərabər 0. İndi məsələ nədir? İxtisarı eləyin eləməyinə. Amma gedin qıraqda yazın ki, x fərqlidir, mənfi 2. Yəni məxrəc 0 olmaz. Buradan da nə olur? Misalımız qalır x plus 1 bölünsün, x plus 3 bərabər 0. Çarpaz da vuranda yenə x fərqlidir, mənfi 3-dən məxrəc 0 olmaz. X bərabər mənfi 1. Bircə dənə kökümüz qalır. C variantı. 7-ci misalda, əgər siz kvadratı yüksəltmək istəyirsinizsə, yaxşı olar ki, bu kökü tək saxlayın. Kökün yanında bir ədəd olanda biz kvadratı yüksəltmək istəmirik. Yaxşı olmur. Sonsuza qədər dövr edir. Onda birincisi, kökün altında x kvadrat çıxsın 5-i saxlayaq. Bu mənfi x gəlsin bu tərəf. Olsun x minus 5 formasında. İndi biz bunu kvadrata yüksəldə bilərik. Gəlin, bunların üzərinə kvadrat işarəsi qoyaq. Onda misal nə olur? Kvadrat kökü silir. X kvadrat çıxsın 5 bərabərdir. Buradan da x kvadrat çıxılsın 10x, üzərinə gəlsin 25. X kvadratlarımız getdi. 10x bərabərdir 30. X-i tapırıq 3. Gətirib kökün içinə də qoyanda heç bir problem olmur. Bir dənə tək kökümüz 3 çıxır. Burada məsələn 1 verib. 1 olmaz. 1-i gətirib kökün içinə qoyanda mənfi olur. Nə bilim, mənfi 1 qoyursan, 3 qoyursan mənfi olur. 5 qoyursan ümumiyyətlə o qiymət olmur. Tək kökümüz 3-dür. 8-ə baxaq. Tənliyin köklərindən söhbət gedirsə, ayrı-ayrı yenə V tətbiq eləyək. X1 üzərinə gəlsin x2-miz A-dır. X1 vurulsun x2-miz 16-dır. Bu gözləsin hələ ki. İstədiyinə də fokuslansaq. Neyniyək? Bütün sıranı kök altda x1-ə də vurarıq. Eyni məxrəci də gətirmək olur. Kökün altında x1 eyni məxrəc gəlsə 1 üzərinə gəlsin. Kökün altında x1 vurulsun x2. Yəni köklərin dərəcəsi eynidirsə bir kökün altına salmaq olar. Bərabər 5. Bunların da hasili var axı bizdə 16. Yəni gətirib bunun yerinə 16 qoymaq olar. 1 üzərinə gəlsin kökün altında 16 bölünsün kökün altında x1 bərabər 5-ə. Kök altda 16-dan məlum məsələ 4 çıxar. Yəni olar 5 bölünsün kökün altında x1 bərabərdir 5-ə. Bunlar da ixtisar gedir. x1 bərabər 1 tapırıq. x1-imiz də 1-dirsə, gətirib bura məsələn elə 1 qoyanda x2-miz olur 16. Görürsünüz? Gəlib qırağa yazarım. x2-si də onda 16-dır. Buradan da bu məntiqdən A-nı taparıq. A da bərabərdir. 1 plus 16-dan olar 17. A-nı istəyir elə deyəsən. D variantı. Keçək 9-a. Deməli, buradan birinci V-dən gördüklərimizi yazaq. Amma deyir ki, kökləri x1, x2 kimi yox, x1 və A-ya uyğun yazmalıyıq. Onda yazıram x1 üzərinə gəlsin A bərabərdir 3-ə. x1 vurulsun A da bərabərdir mənfi 6-ya. Aşağıda x1-dən söhbət getmirsə, yuxarıda biz əvəzləmə eləməliyik. Necə? Gələk burada yazaq ki, x1-in yerinə ancaq A-lı bir tənlik al deyir. Yəni bizə 3 çıxılsın A. Aşağıda da x1-in yerinə yazaq 3 çıxılsın A. Vurulsun A bərabərdir mənfi 6-ya. Bunu da vurub açsaq 3A çıxılsın A-nın kvadratı bərabər mənfi 6. Yan atsaq A kvadrat çıxılsın 3A çıxılsın 6 bərabər 0. Görək buna ehtiyac varmı? A kvadrat çıxılsın 6 yaranır. Bunu da elə öz içində eyni məxrəcə gətirsək, qalır A kvadrat çıxılsın 6. Buradan da biz A kvadrat çıxılsın 6-nı sabit saxlayıb 3A-nı sağa keçirsək və əvəzləsək burada bunun yerinə. 3A bölünsün A. A-larımız da ixtisar gedər, sonunda qalar 3. Yəni misalın bizdən istədiyi hissə bu hissə idi. C variantı. 10-cu sualımıza baxaq. Yenə x1, x2 yox, x1 və k-ya görə tənliyi qur deyir. Amma birincisi biz bu tənliyi çevrilmiş eləməliyik. Bütün hər tərəfi 3-ə bölək. X kvadrat üzərinə gəlinsin k bölünsün 3 yanında x çıxılsın 2 bölünsün 3 bərabərdir 0. x1 üzərinə gəlinsin k bərabər olur. Buranın əksi mənfi k bölünsün 3-ə. x1 vurulsun k da bərabər olur. Mənfi 2 bölünsün 3-ə. Yuxarıdan bayaqki kimi x1-i tapıb aşağıda yerinə qoymaq lazımdır. x1-imiz bərabərdir. K-lar yan-yana gəlsə olacaq. Mənfi k bölünsün 3 çıxılsın k. O da eyni məxrəci gətirsək 3-də mənfi 4k. Gətirib aşağıda da x1-in yerinə bu tapdığımızı köçürsək mənfi 4k bölünsün 3 vurulsun k bərabərdir mənfi 2 bölünsün 3-ə.
Buradan nə görürük? Mənfi 4K-nın kvadratı bölünsün 3 bərabərdir. Mənfi 2 bölünsün 3. 3'lər ixtisar gedir. K kvadrat bərabərdir 1 bölünsün 2. K'mız da olur plus minus əslində. Amma deyir ki, K'nı müsbət götür. Onda biz də müsbətin götürürük. Müsbət kökün altında 1 bölünsün 2. Bunda ayrıca yazaq. 1 bölünsün kök 2. K'nı tapdıq. Bizə də deyirdi x1'i tapıb. x1'də yuxarıda K ilə işarə eləmişik. Yaxı fikir verin. Oradan da gətirib yazsaq, x1'imiz də bərabərdir. Mənfi 4 bölünsün 3 vurulsun. K'nın qiyməti 1 bölünsün kök altda 2. O da ixtisar geçsin 2 kök 2 bölünsün 3. Belə bir cavabımız. A variantı. Keçdik 11'ə. Burada da düz məntiq tənliyin kökünü axtarır. Nə iş görək? Bütün sıranı 2x-a vurarıq. Hər tərəf soldan sağdan 2x mümkün qədər kəsirlə işləmək. Kəsir misalı yorur. 2x vurulsun. Burada 2x artıram. Oradan x'lar ixtisar gedir. 2 vurulsun x plus 4. Mötərizəni vurub açsam. 2'lər ixtisar gedir. X vurulsun x bərabərdir 8x-a. Bunu da açsaq 2x üstə gəlsin 8 üstə gəlsin x kvadrat. Çıxılsın 8x bərabər 0. Kvadrat tənliyi yığsaq x kvadrat çıx 6x üzərinə gəlsin 8 bərabər 0. Buradan da V7'dən köklər ayrılar. Hasilə 8, 2, 4. Toplamı da 6'nı verir. Elə köklərimiz 2 və 4. B variantı. 12'ye gələk. Burada nəyimiz var? Bu x üstü mənfi 3'ü birinci belə göstərməyək. Nə deməkdir əslində misal bizə dediyi 8 bölünsün x üstü. X üstü mənfi 3'ü bir t əvəzləməsə demək olar. Gəlin belə bir şey eləyək. X üstü mənfi 3'ə gedib kənarda bir dənə t deyirəm. Onda misal nəyə çevrilir? Buradan yerinə qoysaq. 8 t'nin kvadratı. Üstə gəlsin 7t. 1'i də atıram sol tərəfə. Çıxılsın 1 bərabər 0. Biz bunu V7'dən yox, tablo üsulundan köklər tapa bilirik. Tablodan da köklərimiz nə olur? 8t kvadrat yaranması üçün 8t və t'nin hasili. Hasil 1 yaranması üçün də 1, 1. Cəmi də müsbət 7 olsun deyə. Burada bir mənfi qoya bilərik. Həqiqətən çarpaz vuranda fikir verin. Buraların çarpaz vurulub toplanması bu 7t'ni verir. Onda biz bunu vuruqlarını ayırsaq, kökləri beləymiş. 8t minus 1, V7'dəki kimi işarəni dəyişmirik. Necədirsə elə. T plus 1 bərabər 0. Ayrı-ayrı 0'a bərabərləsək t bərabərdir 8'də 1. T bərabər mənfi 1. Bizim misalımız t'li deyil daha. T'ni biz qoyduq da. Onu da gətirib burada yerinə düzürük. Onu da yazırıq ki, bir dəfə x kub bərabərdir 8'də 1'ə. Buradan x çıxardırıq 2'də 1. Bir dəfə də x kub bərabərdir mənfi 1'ə. Buradan da x çıxır mənfi 1. Köklərin hər birini tapdıq. İndi deyir ki, bunu gətir modulda bir-birindən çıx. Yəni 2'də 1 çıx mənfi 1 desəm, o da olar 2'də 1 üzərinə gəlsin 1. O da çıxar moduldan 2'də 3. Hesab səhvi eləməmişsə budur. Yox, burada 3'də 2 qaldı. O birisindən çıxanda yenə 3 bölü 2 çıxır. Gördüm nəyi səhv eləmişik. Bir saniyə. Burada yuxarıda biz x-in üstü mənfi 3 demişik, amma aşağıda köçürdəndə səhv köçürdüm. Fikir verin. Onu düzəltmək lazımdır. X-in üstü mənfi 3 nə deməkdir? 1 bölünsün x-in kubu bərabərdir 1 bölü 8'ə. Buradan x-imiz çıxır 2. Eyni qaydada. X-in üstü mənfi 3'ə görə 1 bölünsün x-in kubu bərabər mənfi 1'dən. Buradan x bərabər mənfi 1 çıxır. Gətirib kökləri də modulda yazsaq. 2 çıxılsın mənfi 1. Bu da olar 2 plus 1'dən 3. İndi düzəldi. D variantı. 13'ə baxaq. Yüksək dərəcələri olanda millət siz gedib bunun kvadratını atsaz 4-cü dərəcəyə gələcək və məsləhət deyil. Bunun üçün nə edirsiniz? Oxşar şeyləri bir t ilə yenə əvəzləyək. X kvadrat çıxılsın 3x-a 1 t deyirik. Onda misalımız nəyə çevrilir? T'nin kvadratı çıxılsın t çıxılsın 6 bərabərdir 0. V7'dən yenə kökləri ayırıram 2, 3. Cəmi də mənfi 1 olsun deyə, müsbət 1 olsun deyə mənfi 2, 3. Yəni bu tənliyi gətirib bir dəfə mənfi 2'yə, bir dəfə də 3'ə bərabər edir. İndi kənarda o dediyimizi yazaq. X kvadrat çıxılsın 3x bərabər mənfi 2. Bir də x kvadrat çıxılsın 3x bərabərdir 3. Buradan da kvadratik tənlikdən üstə gəlsin 2 bərabər 0. X kvadrat çıxılsın 3x çıxılsın 3 bərabər 0. Tənliyin özü də deyir ki, 4 dənə kökü var. Və cəm x-dan söhbət gedirsə, mən ayrı-ayrı niyə kökləri tapıram ki, V7'dən istifadə edeyim də. Burada x1 üstə gəlsin x2 3'dür. Burada da x3 x4 deyək də qarışmasın. x3 ilə də x4 kökün cəmi 3'dür. Bunların da toplamı 3 plus 3 verir 6'nı.
C variantı. 14'ə keçid aldıq. Kvadratik tənliyimiz köklər var yenə. Gəlin V7-dən bildiklərimizi yazaq. X1 üzərinə gəlsin X2'miz 5'dir. X1 vurulsun X2'miz də 1'dir. Bu gözləsin. İndi bunu açsaq nə olur? 9 çıxılsın 3 dənə X2, çıxılsın 3 dənə X1. Üzərinə gəlsin X1 vurulsun X2. O da bərabər 9 çıxılsın. Buradan ortaq vuruq götürmək olar. 3'ü götürürəm ki, X1 üzərinə gəlsin X2 yaransın. Üzərinə gəlsin X1 vurulsun X2. İndi misala qaydırıq. X1 üstə gəlsin X2'miz 5 idi. Bunun yerinə 5. O birinin də yerinə hasildə 1 idi. Onda olur 9 çıxılsın 3 vur 5. Üzərinə gəlsin 1. Ondan da 15 çıxanda olar -5. A variantı. Getdi 15'ə. İki farklı kökü varsa, iki farklı kök sözünü gördüysə, millət bilin ki, diskriminant sıfırdan böyükdür. Onda bunun diskriminantını hesablasaq, 36 çıxılsın 4 vurulsun A böyükdür. 0 B kvadrat çıxılsın 4 A set üstürünə görə yazıram. Diskriminant bərabərdir. Buradan da 4A atıram sağ tərəfə kiçikdir 36'ya. A da kiçikdir 9'dan. Yəni mənfi sonsuzluqdan 9'a qədər bir dənə dəyişən varsa, intervala ehtiyac yoxdur. Y variantı. 16'ya gəldik. Yenə bayaqki kimi millət gəlin bu 2 üstü x-a 1 t deyək ki, orada 4 üstü x bizi çaşdırmasın. 4 üstü x da 2 üstü x-in kvadratı da axı. Misal onda olur t'nin kvadratı çıxılsın 9t üzərinə gəlsin 8 bərabər 0. V7'dən gedirik hasili 1 8 cəmdə müsbət 9'u verir. Onda bu 2 üstü 8'i x-i daha doğrusu 1'ə və 8'ə bərabər edirik. Yazaq 2 üstü x bərabər 1'ə, bir də 2 üstü x bərabər 8'ə. Buradan x 0 kökü çıxır. Buradan da x bərabər 3 kökü çıxır. Bu ifadənin də mənası nə idi? Kökləri bir-birinə vur. Onda gətirib yazırıq 0 vurulsun 3. Hasilimiz olur 0. Y variantı. Gəldik test 2'yə. Burada birincisi V7'dən danışmaq üçün bütün sıranı bu A'ya bölmək lazımdır. X'in kvadratı çıxılsın 18 bölü A. Üzərinə gəlinsin. Yanında x var. 18 bölü A bərabər 0. V7'ə görə biz nə görürük? X1 üstə gəlsin X2'miz 18 bölü A'dır. X1 vurulsun X2'miz də həmçinin 18 bölü A'dır. Buradan da misal deyir ki, X1'lərin yerinə X2 qoya bilərsən. 2X2. Onda yuxarıda nə olur? 2x2 bunun yerinə gətirib qoysaq, toplamı 3x2 bərabərdir 18 bölü A-ya. Aşağıda nə olur? 2x2'nin kvadratı. 2x2'nin kvadratı bərabər təzələnən 18 bölü A. Sistem tənli kimi baxsaq, sollar bərabərsə məlum məsələ sağlar da bərabər olmalıdır. Onda yazıram 3x2, bu hissələri bərabərləşdirik. Bərabərdir 2x2'nin kvadratı. Nə barədə ixtisar eləməyin, köklərdən birini itirirsiniz. Bunları yan-yana atırıq, nə olur? 2x2'nin kvadratı çıxılsın 3x2 bərabər 0. X2'ni ortaq vuruq çıxardıram. Qalır 2x2 çıxılsın 3 bərabər 0. X2'nin 2-dən kök çıxır. 1, 0, bir də x2 bərabərdir 3 bölü 2. Yəqin ki, 0 olan kökü götürməz. Çünki o biri kökdə hər şey 0'a çevrilir. Bizə lazım olan kök budur. X2'nin yerinə 3 bölü 2 qoyduqsa, A-nı da harada tapaq? Məsələn, burada tapmaq olar. Gəlib yazaq. 3 vurulsun, 3 bölünsün 2 bərabərdir 18 bölünsün A-ya. Bizdən A-nı istəyir axı. 9 bölü 2 bərabərdir 18 bölü A-ya. İxtisarlar getsin, A-mız da olsun 4. Bu da belə tapıldı. C variantı. Keçək ikinci sualımıza. Nə verir bizə? Köklərin cəmi də var, hasil də var. Deyir ki, bu dəfə tənliyi sən qur. Neyniyərik? Birincisi bu hasilləri aradan aparaq. İlk gördüyüm o şeydir ki, köklərin cəmi qalsın. Yuxarı sıranı 2'yə vururam. Olur, nə? 2x1 üzərinə gəlsin 2x2. Çıxılsın 2x1 vurulsun x2 bərabər 14. Aşağıdan toplayacağıq sonra bunları. Hələ ki toplamasını buraya yazmayayım. Aşağıda olduğu kimi yazırıq. X1 üzərinə gəlsin x2, üzərinə gəlsin 2x1 vurulsun x2 bərabər 1. Bunu niyə belə elədik? Hasillər getsin deyə. Toplama işarəsi qoyursaq, hasillər gedir. Onlar 3x1 üzərinə gəlsin 3x2 bərabər 15. Bütün sıranı da 3'ə bölsək, x1 üzərinə gəlsin x2 bərabər 5'i tapdıq. Baxın, bu bizə lazımdır. Bir tənliyin köklərin verib, kökləri haqqında danışıb, tənliyi qur deyirsə, V7'dən istifadə edirik. Cəm və hasil lazımdır. İndi bir dəfə də bu tənliyi heç bir şey eləmədən
Düz məntiq çıxsaq, x1-lər, x2-lər gedər. Qalar nə? Mənfi x1 vurulsun x2, çıxılsın 2x1 vurulsun x2. Buradan bərabərdir 7 çıxılsın 1 6. Yəni mənfi 3 dənə x1 vurulsun x2 bərabərdirsə 6-ya. x1 vurulsun x2'miz də olur mənfi 2. Bunu da tapdıq. Bunu da bir dairəyə alaq. Deyirik ki, kvadratik tənliyin köklərinin cəmi və hasili bizdə varsa, tənlik necə başlayır? Həmişə əmsallı bir x kvadrat olur. Bu toplamadan tapdığımız əks işarə ilə mənfi 5x ortaya yazılır. Vurmadan, hasildən tapdığımız da olduğu kimi çıxılsın 2 bərabər 0. Belə bir tənlik. O da D variantı. Qəşəng. Tam belə imtahansı olub. Bəyəndim. Keçək 3-cü misalımıza. Nə verib, nə istəyir? Tənliyin kökləri bu olarsa, buna uyğun olan sən tap. Deməli, biz x1, x2 yox, m1, m2 yazırıq. Deyirik, m1 üzərinə gəlinsin, m2 bərabərdir 2-yə, v7-dən yenə istifadə edirəm. m1 vurulsun, m2 isə mənfi 4-ə bərabərdir. Bu, burada gözləsin. Və sən təzə tənliyin kökləri budursa, biz bunları bir dəfə toplayıb, bir dəfə də vurmalıyıq ki, v7-dən kökləri yağıq. Hətta buna gəlin x1, x2 deyək, qarışmasın. Onda təzə tənliyin kökləri üçün nə lazımdır bizə? x1 üstə gəlsin, x2 lazımdır. Bir də x1 vurulsun, x2 lazımdır. x1 üstə gəlsin, x2-ni yuxarıdan o m-lərdən gətirəm. 1 üstə m1, üstə 1 üstə m2. Aşağıdan da 1 plus m1 vurulsun, 1 plus m2. Yuxarını hesablayanda 2 üstə gəlsin, m1 plus m2. Bunda cavab var idi axı bizdə. 2 gətirib yerinə qoysaq, bura oldu 4. Aşağını da vurub açsaq, 1 üzərinə gəlsin, m2 üzərinə gəlsin, m1 üzərinə gəlsin, m1 vurulsun, m2. Bunu da biz yuxarıdan cavabını bilirik. Cəmi yerinə gətirib 2 qoyuruq. Hasilin də yerinə bu mənfi 4. Görürsünüz? Bu da olur nə? 3-dən 4'ü gedəndə mənfi 1. İndi deyirdi ki, bizim tənliyin köklərinin cəmi varsa, bunu da biraz kənara çəkək. Tənliyimizin köklərinin cəmindən və hasilindən danışmışıqsa, həmişə tənlik x kvadratdan başlayır. Toplamadan tapdığımız bunu əks işarə ilə buraya yazırıq. Çıxılsın 4x. Hasildən tapdığımız da olduğu kimi çıxılsın 1 bərabər 0. Yəni bizdən bu tənliyi istəyirmiş. O da x kvadrat çıx 4x çıx 1 A variantı. Yəni yuxarıdakı misalın tipi ilə birə-bir eynidir. 4-cü misala baxaq. İkinci dərəcədən dediyinə görə, bax deyir ki, ifadə ikinci dərəcədən olsun. Onda bu kubun burada nə işi var? Bu sıfıra gedər. Bu hissə də 2-yə bərabər olur. Yəqin ki, anlaşılandı. Yazırıq A plus 1 bərabər 0. A'sı çıxdı mənfi 1. B çıx 2 bərabər olmalıdır. Yerində 2 dayanmalıdır. B'si olur 4. Bizə də A vurulsun B'ni istəyir. Heç bir şey. O da olur mənfi 4. D variantı. 5-ə keçid alaq. Burada nədir məsələ? Köklər x1, x2 bərabərdir. Bunun işi daha rahatdır. Diskriminantla olur. Əgər köklər bir-birinə bərabər sözün görsəz, bilin ki, diskriminant 0-a bərabərdir. Gəlin diskriminantı hesablayaq. B kvadrat çıxılsın 4AC bərabər 0 yazırıq. B'miz mənfi 4 kvadrat 16 çıxılsın 4 vurulsun. A'mız m plus 1. C'miz də 1. Bərabər 0. 4 vurulsun n plus 1 bərabər 16-ya. N plus 1 bərabər 4-ə. N'imiz də çıxar 3. Y variantı. Gələk 6-cı misalımıza. Modullu tənliklərdə nə deyirik? Deyirik ki, uşaqlar, bu x kvadrat modulun yerinə keçə bilir. Yəni biz belə yazma haqqımız var. Modul x-in kvadratı ilə x kvadrat eyni şeydir. Çünki hər ikisi müsbətdir. Amma adi modul x-in yerinə bir müsbət, bir mənfi yaza bilmərsiniz. Hətta istəyirsiniz bunu heç belə yazmayın, fikriniz qarışacaq. Daha sadəsi, modul tənlik görəndə nə edilir? Bir dəfə müsbəti ilə, bir dəfə mənfisi ilə açırsan. X sıfırdan böyük olsun, x sıfırdan kiçik olsun. Böyüyə görə olur x kvadrat üstə 3x minus 4 bərabər 0. Aşağısına görə x kvadrat çıxılsın 3x, çıxılsın 4 bərabər 0. V7-dən kökləri tapsaq, buradan nə olur? Hasili 4 olsun deyə 1, 4, toplamda mənfi 3 olsun deyə 1, mənfi 4. Köklərin ikisi hazır. Aşağıdakini hesablasaq, hasili mənfi 4, yenə 1, 4-ə gələrəm. Bu dəfə toplamı müsbət 3 olsun deyə mənfi 1, 4. Onda bizim köklərimiz nə oldu? Plus minus 1, bir də plus minus 4. Plus minus 1, plus minus 4, D variantında. Qəşəng. 7-ci sualımıza keçid alaq. Tənlimizin köklərin bu formada verib. Gəlin indi istifadə eləyək. Nə yazırıq? V-ə görə x1 üstə gəlinsin, m çıxılsın, n x2-in yerində durur. Bərabərdir buranın əksinə. Yəni mənfi m çıxılsın 1-ə.
Bir də x1 vurulsun m çıxılsın n-də bərabərdir bu hissi olduğu kimi. N çıxılsın m. İndi bu tənliyi həll eləsək nə görürük millət? Aşağıdan, soldan, sağdan hasil var deyə ixtisar gedir. Yerlər dəyişdiyi mənfi qalır. Yəni, tapırıq ki, x1 bərabər imiş mənfi 1-ə sən demə. Sonra x1-in yerinə gətirib buradan mənfi 1 qoysam, onlar mənfi 1 üzərinə gəlsin m çıxılsın n bərabərdir. Mənfi m çıxılsın 1-ə. Buradan da mənfi 1-lər gedər. M-lər yan-yana gəlir. 2m bərabər n. Belə bir ifadə aldıq. Sonra misalını da bu istədiyində gətirib yerinə qoysaq, n-in yerinə yazırıq 2m bölünsün m. İxtisarlar da gedir. Qalır sonda 2. Y variantı. Gəldik 8-ə. Düz məntiq. Vurub açıda bilərik. Kökləri də çıxarda bilərik. Birinci bu 2 minus x-i ataq sol tərəfə. Olur nə? X minus 2 vurulsun. İxtisar eləmin nə barədə? Soldan sağdan kökləri ixtisar eləyəndə x bərabər 2 kökün sən itirmiş olursan. Çox xahiş edirəm. Çox elənən səhvlərdir. İxtisarınız rəqəmə aid olsun, ədədə aid olsun. Dəyişənli bir şeyi qaça-qaça ixtisar eləməyin. 4x minus 5 bir tərəfə yığıb sağı 0 saxlayırıq. Çıxılsın olanda da buradan nə olacaq? Çıx 2 üstə gəlinsin x formasında bərabərdir 0. Bu çıxılsın 2 plus x-i da nə yazmaq olar? Üstə gəlsin x minus 2 kimi elə düz məntiq yazaq da. Üstə gəlsin x minus 2. Bunda mötərizə alaq. İndi bu eyni kökləri ortaq vuruq çıxart. Bayaq ixtisar eləmə dediyim şey. 4x minus 5 plus 1 bərabər 0. Yəni açıb kvadrat həll eləməkdənsə bu daha rahatdır. Hasil 0-dırsa vuruqlar da ayrı-ayrı 0-dır axı. X bərabər 2, bir də x bərabərdir 1-ə. 2 dənə kök çıxdı. 2 və 1. B variantı. Sonra gəldik 9-cuya. Bunda düz məntiq V7-dən köklərimizi yazırıq. x1 üstə gəlsin m bərabərdir. Buranın əksi 2-yə və x1 vurulsun m-imizlə bərabər mənfi 7. Belə bir ifadə. Aşağıda görürük ki, x1-li bir şey yoxdur. Onda x1-i əvəz edirik. x1-in yerinə gətirib yazıram 2 çıxılsın m. Və burada x1-i əvəzləyək. Yazaq 2 minus m vurulsun m bərabər mənfi 7. Bunu da vurub açsaq 2m çıxılsın m-in kvadratı bərabər mənfi 7. Sağa keçirsək olar m kvadrat çıxılsın 2m çıxılsın 7 bərabər 0. Belə bir tənliyi aldıq. Bu burada gözləsin. İndi misalın öz istədiyinə qaydaq. Nə yaza bilərik buradan? 7 üstə gəlinsin. 2-ni ortaq vuruq çıxartsaq, hətta 2-ni yox, mənfi 2-ni çıxardaq. Mənfi 2-ni çıxartsaq, qalar mötərizədə m kvadrat çıxılsın 2m. Bizim də əlimizdə var axı burada m kvadrat çıxılsın 2m. Yəni nə deməkdir? 7-ni sağa atsaq 7 olur. Bunun yerinə gətirib 7 yazsaq, bu da olur 4 çıxılsın, 2 vurulsun, 7 çıxılsın, 2 vurulsun 7, 7 çıxılsın 14 də verər bizə mənfi 7. A variantı. 10-cuya keçək. Buradan da nə edirik? Eyni məxrəcə gətirəkmi? Yəqin ki, belə eləyəcək. Eyni məxrəcə gəlsə x vurulsun, 2x minus 3. Sürətdə olur 2x minus 3-ün mötərizə kvadratı. 2x minus 3-ün mötərizə kvadratı. Üzərinə gəlsin x-in kvadratı bərabərdir 1. Bunda çarpaz vuracağıq yəqin ki. Bunun daha qısa yolu x-lərin yerinə gətirib qiymətini də qoya bilərsə düz məntiq. Gəlin heç belə eləməyək, uzatmayaq. Əslində həll olur, dərd deyil. X-i yerinə 1 qoyaq, görək ödəyirəm. 2-dən 3 çıxanda mənfi 1 bölünsün 1. Üzərinə gəlsin 1 bölünsün mənfi 1. 1 olurmu? Bura olur mənfi 1, çıx 1. 1 olmadı. Bu 1 olmur. 1 olan kökləri çıxardırıq. Sonra yerdə nə qalır əlimizdə? 2-ni yoxlaya bilərik. X-in yerinə 2 qoysaq, 4 çıxılsın 3, 1 bölünsün 2, üzərinə gəlinsin, 2 bölünsün 1, bərabər 1. 2-də 1-in üstünə 2 gələndə 1-ə bərabər deyil. Fərqlidir. Onda 2 köklərini çıxardırsan, heç bir kök alınmır. Boş çoxluq. 11-ə gələk. Kök gördüksə, təbii ki, kvadrata yüksəldirik ki, bu köklərimiz getsin. Bu kvadrat bu kökü silir. Qalır nə? X üzərinə gəlinsin 10, üzərinə gəlinsin x plus 6 bərabərdir 16-ya. Və biz deyirik ki, kökü mümkün qədər tək saxlayın. Bu tək qalmalıdır. Onda kökün altında x plus 6 tək qalır. 16-ın yanına 10 gəlir 6, çıxılsın x formasında. İndi bir dənə bunu təzədəndən kvadrata yüksəldək ki, kökü geçsin. Əslində yerinə qiymət də qoya bilərsə, bayaq kimi. Misalımız nəyə çevrilir? X plus 6 bərabərdir. 6 çıxılsın x-in də kvadratını açsaq. X kvadrat çıxılsın 12, x üstə gəlsin 36. Bu da olur x kvadrat çıxılsın 13x, üstə gəlsin.
30 bərabər 0. V7-dən də çox qəşəng köklər çıxır, yəni dərd deyil. 2 ilə 15 olar, toplamda müsbət 13 olsun deyə mənfi 2, 15. Kökün içində mənfi 2 qoyanda olurmu? Bir saniyə, nəyəcə səhv eləmədik. X plus 6 bərabərdir, x kvadrat çıxan 2, x 36, x kvadrat sabit qaldı. Çıxan 3x üstə gəl 30. Buralar düz. Mənfi 2-ni bir dən yoxlayın. Mənfi 2-dən kök altından çıxır nə? 2, buradan məsələn yoxlasa, kökün altında mənfi 2 üstə gəlsin 10, üstə gəlinsin, mənfi 2 üstə gəlsin 6. Görək nə verir? Burada olur 4, 4-dən çıxdı 2, mənfi 2 ödəmirmiş. Maalesef 15'i yoxlayaq. Kökün altında 15, üzərinə gəlinsin 10, üzərinə bunların heç biri ödəmir axı. Bu niyə belə oldu? Bir saniyə. Nəyi səhv elədik? Kvadrat, kökü sildi. X plus 10 üstə gəlsin bu. 16-dan 10 getdi. 6 çıx x. Vallahi hesabda bir səhv görmürəm. Gəlin biz bunu verdiyi qiymətlərdən yoxlayaq. 1-i yoxlayaq. Məsələn, kökün altında 11 üstə gəlinsin 7. Bu 4 verməz. 3'ü yoxlayaq. 13 üzərinə gəlinsin. Kök altında 9. Hə, buymuş. Niyəsə. Buradan 3 çıxır. Kök altında 16 da verir bizə 4. Heç bir şey olurmuş belə də. 12'yə baxaq. Deməli, niyə köklərin hasilini istəyir? Biz bunu bir eyni məxrəcə gətirib sadələşdirməliyik. 4x minus 3 vurulsun x minus 1. Çarpazla vursaq 3x minus 4 vurulsun x minus 1. Üzərinə gəlsin 2x minus 1 vurulsun 4x minus 3 bərabər 1'ə. Bunu da vurub açsaq nə olar? 3x'in kvadratı çıxılsın 3x çıx 4x üstə gəl 4 üstə gəl 8x kvadrat 6x çıx 4x üstə gəlsin 3. Məxrəci də 1 olmağı ilə çarpaz vuranda eyni şeydir də bir-birinə bərabər. Buranı da vurub açsaq 4x'in kvadratı çıxılsın 4x, çıxılsın 3x, üzərinə gəlsin 3. Deməli, solda nəyimiz var? 3x kvadrat 8, 11x kvadrat. Buradan 3x'lər getsin birinci. Sonra nə qalır? 11x kvadratı yazdıq. 4x var, 6x var, 4x var. Təzədən çıxılsın 14x. 4 ilə 3'ün toplamı. Bu 3'lər də silinsin. Qalsın plus 4. Bərabərdir 4x kvadrat çıxılsın 4x-ə. O 4x'in də birini silmək olardı, nəysə. 11x kvadratdan 4'ü gedir. Qalır 7x'in kvadratı. Çıxılsın 10x. Üzərinə gəlinsin 4 bərabər 0. Bundakı tablo üsulu ilə həll eləməyə ehtiyac yoxdur. Onsa köklərin hasilini istəyir. Bütün sıranı da 7'yə bölsək. 10 bölü 7x üzərinə gəlsin 4 bölü 7. Köklərin hasili dediyi şey, bu x1 vurulsun x2 dediyi şey. 2'dən kökü var da onsuz da. Baxın, buradakı ifadədir. 4 bölünsün 7'dir. O da C variantı. Gəldi 13'ə. 4-cü dərəcə varsa bunu bir sadələşdiririk. 4-cü dərəcə ilə misal gəlin həll eləməyək. Nə yazırıq? X kvadratı bir t ilə əvəzləyək. Hətta bunu t ilə əvəzləməmiş V7-dən kökləri gedirik. Birinci, hasili 45 olsun deyə 5-dən 9, toplamda 14 verir. Yəni dərəcəni aşağıya salırsan. 4-cü dərəcədirsə, bu x kvadratla yazır. X kvadrat çıxılsın 5. V7-dən tapmışıqsa x işarə ilə x kvadrat çıxılsın 9. Bərabər 0. Buradan da köklərimiz nə olur? X kvadrat bərabər 5-dən x bərabərdir plus minus kök 5. X kvadrat bərabər 9-dan x bərabərdir plus minus 3. Köklərimiz bu. Yəni bizə deyir ki, bu kökləri gətir bir-birinə vur. Kök 5 vurulsun mənfi kök 5, vurulsun 3, vurulsun mənfi 3. Bu da eləyir 5 vurulsun 9-dan, təzədəndən 45. C variantı. 14'ə gəldik. Deməli, kökləri ayrı-ayrıqda veribsə V7-dən istifadə edirik. Birinci bütün sıranı 2'yə bölək. Olsun x kvadrat üzərinə gəlinsin n plus 2 bölü 2. Yanında x üzərinə gəlinsin n çıxılsın 1 bölünsün 2 bərabər 0. Mənfi 3 5'ə görə mənfi 3 üstə gəlsin 5 bərabərdir buranın əksinə. Mənfi n plus 2 bölünsün 2'yə. Bir də mənfi 3 vurulsun 5 də bərabərdir ikinciyə. N çıxılsın 1 bölünsün 2. İndi bunu ayrı-ayrı həll eləsək nə görürük? 2 bərabərdir mənfi n plus 2 bölünsün 2'yə. Bir də aşağıda var mənfi 15 bərabərdir n çıxılsın 1 bölünsün 2. Ayrı-ayrı n tapılır. Deməli nə olur buradan? N plus 2 bərabər mənfi 4'dən n'imizi mənfi 6 tapırıq.
Aşağıdan da n çıxılsın 1 bərabər mənfi 30-dan n'imiz də olur mənfi 29. M-ni tapdıq. Bunların da fərqini istəyir. Mənfi 6 çıx 29, mənfi 29 üstə 29 olur. O da verir bizə müsbət 23. Y variantı. Gəldi 15-ə. 2 dənə ayrı tənlik, 2 dənə də ayrı kök. Birincisi buradan nə görürük? Bu tənliyə görə x1, x2 yazmıram, AB ilə yazacağım. A plus B bərabərdir mənfi 3-ə. A vurulsun B bərabərdir n çıxılsın 9-a. Aşağıdakına görə yazırıq bu dəfə AC-yə görə. A plus C bərabər 8-ə. A vurulsun C bərabərdir n plus 2-ə. Deməli, yuxarı ilə aşağıda bir ortaqlıq görmək lazımdır. Məsələn, nəyi görüyordu? B-ni A ilə əvəzləyib gətirib aşağıda yerinə qoymaq olar. Orada da C-ni A ilə əvəzləyək. Gəlin belə bir şey eləyək. B artıqdır, C artıqdır. Buradan yazarıq ki, B bərabərdir, mənfi 3 çıxılsın A. Aşağıda da yerinə qoysa, olar A vurulsun, mənfi 3 çıxılsın A bərabərdir, n çıxılsın 9. Bu, burada gözləsin. Birazdan istifadə edəcəyik. Aşağıda da eyni məntiqlə gətirib yazaq ki, C artıq idi da, C bərabərdir 8 çıxılsın A. Və burada da C-nin yerinə bu dediyimizi köçürdək. A vurulsun 8 çıxılsın A bərabərdir, n plus 2. Bir dənə də bunu da arayalıq. İndi o yuxarıda yazdığımız tənliyi ilə aşağıda yazdığımız tənliyi bir alt-alda yazaq bu sarıladığım hissələri. Bu da nəyə çevrilir? Mənfi 3A çıxılsın A-nın kvadratı bərabərdir n çıxılsın 9. Aşağıya düşürük. 8A çıxılsın A-nın kvadratı bərabərdir n plus 2. Birincisi, bunları tərəf-tərəfə çıxsaq, n-lər gedər. Sorry. Çıxsaq A kvadratlar gedir, n-lər gedir. Qalır mənfi 11A bərabərdir. Mənfi 9 çıx 2, mənfi 11. A-nı tapdıq 1. A 1-dirsə biz deməli n-i də tapa bilirik də. Məsələn, harada yerinə qoyaq? A-nın 1 qiymətini ilə burada yerinə qoyuruq. 1 vurulsun, 8-dən 1 çıxırsan 7 bərabərdir n plus 2-yə. N də bərabərdir 5-ə. N istəyirdi, tapıldı. C variantı. 15-də bitdi. Keçdik test 3-ə. Qəşəng yağ kimi gedir suallarımız. Birinci tənliyin kökləri yoxdur. Bu. İfadələrdən hansı doğrudur? Kökün olub olmamağını biz necə bilirik? Diskriminantdan bilirik də, elədir. Bunun diskriminantına baxaq. 1 çıxılsın 4. Mənfi eləyir. Düz deyir. Burada kök tapa bilmərik. Diskriminant mənfidir. Bunun üstünə yazıram. Diskriminant 0-dan kiçikdir. Bunun diskriminantını hesablasaq, 3-cü sürətlidir, gəlin birincisi bunu yazaq. Bura olur x çıxılsın 4-ün mötərizə kvadratı 0. Bura olur x bərabər 4. Mənfi 4 yox. Bunu səhv yazıb. Bir dənə də bu tənliyi yoxlayaq bir kənarda. Bu nə olur? Diskriminantı 2, üzərinə gəlinsin 4, olur 6. Kökləri ayrı-ayrı tapsaq x1 bərabərdir. Yedinə yox, diskriminantını tapıram. 2 çıxılsın kök altında 6 bölünsün 2-yə. X2-si də olur 2 plus kök altında 6 bölü 2. Bu verdiyi köklər görün başqa bir şeydə. Bizə aidiyyatı yoxdur, bu da səhvdir. Deməli, yeganə düzgün olan yalnız birincidir. Yalnız bir A variantı. İkinci sualımıza baxaq. Yenə bir qəşəng vid istifadə edərik. Buradan nə yazırıq? X1 üzərinə gəlsin X2-miz 3-ə bərabərdir. X1 vurulsun X2-miz də n plus 1-ə bərabərdir. Buradan da bir sadələşmə getməlidir. Necə? Biz gəlin x1 vur x2-nin yerinə cavabı bilirik. Yaxı n plus 1 yazsaq. Və yaxud da ki, ortaq vuruqda çıxartmaq olar. Bunu bir parçalayaq, belə saxlamayaq. Birinci yazıram x1-in kvadratı. Çıxılsın ki, x1 vurulsun x2. Üstə gəlinsin x2-nin kvadratı olsaydı, fikir verin bir müxtəsər formulaya gəlir. Özümdən yazmışam axı, yox idi. Onda çıxılsın x2-nin kvadratı yazıram. Bir də çıxılsın 3x2-nin kvadratı. Bərabərdir 21. x1, x2-lər sizi çaşdırırsa AB də deyə bilərsiniz. Baxın, burada bir formula var. Hansı formuladır? x1 çıxılsın x2-nin mötərizə kvadratı. Burada verir bizə çıxılsın 4x2-nin kvadratı. Bərabər 21. Sonra təzədəndən müxtəsərə gedəcəm. A minus B, A plus B formatını görə bilək deyə. Bunu da harada yazıq? Allaha xoş gəlsin. Bunu bir bu tərəfə yığışdırım. Yəni bunu burada yazaq. Daha bir oxunaqlı görünsün. Bunu yazandan sonra nə istifadə edir uşaqlar? Baxın, burada bir formula görmək lazımdır. x1 çıx x2-dən 4x2-nin kvadratı 2x2-nin. Bir dəfə çıx 2x2 yazıram.
Bir dəfə də x1 çıx x2 a plus b a minus b məntiqi ilə. Ümid edirəm ki, başa düşülən. Bərabər 21-ə. Sonra bu tərəf olur x1 çıxılsın 3x2 vurulsun. x1 üstə gəlsin x2 bərabər 21. x1 üstə x2-mizin cavabı var axı. Gətirib bunu yenə 3 yazsaq, onda burada məlum məsələ 3-ü nəyə vuran da 21 eləyir, 7-yə. Gəlib qıraqdan da yazıram ki, x1 çıxılsın 3x2-nin cavabı 7-ymiş. Sonra nə edirik? Bu yuxarıdakını da gətirib aşağı hissəsinə yazırıq ki, biz sistem tənlik görə bilək. x1 üstə gəlsin x2 də bərabərdir 3-ə. Bu sistemlə tərəf-tərəfə çıxsaq x1-lərimiz gedər. Qalar mənfi 4x2 bərabərdir 4-ə, x2-miz mənfi 1-dir. x2-nin yerinə mənfi 1 qoyaq, x1-i tapaq. Bura gətirib mənfi 1 qoysaq 3, 7-dən 3 çıxanda 4 olur. x1 də bərabər 4. Bizə lazım deyil x1, x2-ni tapmaq ki, tapdıq. İndi misala qaydaq. M dediyi şey nə idi? M də bunların hasilidir. Fikir verirsiniz. Onu da gətirib burada sonda yazırıq ki, mənfi 1 vurulsun 4 bərabərdir M plus 1-ə. M də bərabərdir mənfi 5. Все, tapıldı. Bizə lazım olan bu. Mənfi 5. A variantı qəşəng misal idi. Gəldik 3-cü sualımıza. Nə deyir? Yenə ayrı-ayrı 2 tənli 2 dənə kök. Birincisi yuxarıdakına görə nə yazırıq biz? 6 plus buna görə. 6 plus x2 bərabərdir buranın əksinə. Yəni mənfi a çıx 1-ə. Bir dəfə də 6 vurulsun x2 bərabərdir b-yə. Bu bunun v-yeti. Aşağıdakının v-yeti nəyə aiddir? Bu köklərdən götürürəm. Mənfi 3 üstə gəlsin x2 bərabərdir buranın əksinə. C çıxılsın 2-yə. Bir də mənfi 3 vurulsun x2 bərabərdir d-yə. Bu da buradan çıxan v-yeti. İndi bizə nələr lazımdır? B ilə d-ni əlaqələndirək. Ki, zaten əlaqələndirə bilirik. Necə? Fikir verin. Burada da vurma var. Burada da vurma var. Bunu gətirib onda alt-alta yaza bilərik. Yəni yazaram ki, 6 vurulsun x2 bərabər b-yə. Mənfi 3 vurulsun x2 bərabər d-yə. Tərəf-tərəfə bölsək, bu x2-lər ixtisar gedər. Yəni onlar mənfi 2 bərabərdir b bölünsün d. Burada yəqin ki, problem yoxdur. Baxın, bunun cavabı çıxdı uca. Sonra nə edək? Cəmdən söhbət gedirsə, A-nın və C-nin olduğu sıra, baxın bu sıralar. Birinci sırayla da bu birinci sıranı alt-alta yazıram. 6 plus x2 bərabərdir mənfi a çıx 1. Bir də mənfi 3 üstə gəlsin x2 bərabərdir c çıxılsın 2. Bunu da gəlin tərəf-tərəfə çıxaq. Bu x2-lər geçsin. 6 çıx mənfi 3 9 bərabərdir mənfi a çıx 1 çıx c üstə gəlsin 2. Bunları da sola keçirsək a plus c də bərabərdir 1. Birdən də 9 çıxanda mənfi 8. A plus c-ni də tapdıq. Baxın, burası da tapıldı. Deməli, gətirib yerinə qoysaq, bu misalımızın hissəsi mənfi 2, üstə gəlinsin mənfi 8. Bu da toplamda olar mənfi 10. Yəni, Y variantı. Baxırıq 4-cü misala. Yəni, V7-dən istifadə edək köklərin cəmindən hasilən. Amma əvvəlcə bu tənliyi 2-yə bölmək lazımdır ki, çevrilmiş olsun. X kvadrat çıxılsın 5x üzərinə gəlinsin a bölü 2 bərabərdir 0. V7-ə görə x1 üzərinə gəlinsin x2-ni bilirik 5-dir və x1 vurulsun x2-ni də bilirik ki, a bölü 2-dir. Sonra misalın verdiyi bu tənliyi gətirib bizim yazdığımız V7-in altına yazıram ki, bir sistemi tənliyə çevrilsin. Buradan da sistemi həll eləsək, tərəf-tərəfə toplasaq bunlar gedər. 2x1 6, x1 tapırıq 3. x1-in yerinə məsələn burada 3 qoysaq, 3 üstə 2 versin də 5-ə, x2 versin 2-ni. Sonra bu 2 dənə kökü də gətirib burada bir-birinə vurmaq lazımdır. 3 vurulsun 2 bərabərdir a bölü 2-dən. A-mız da olar 12. Bu da bizdən elə A-nı istəyir, B variantı. Keçirik 5-ci misala. Modul görəndə biz deyirik ki, həmişə 2 dənə kök açılır. Bir müsbətlərlə, bir mənfisi ilə. Onda biz buradan dediyimiz şərti yazaq. X 0-dan böyük olsa tənliyimiz olur. X kvadrat çıxılsın 5x üzərinə gəlsin 6 bərabər 0. Bir də x 0-dan kiçik üçün tənlik yazaq. Bu da olur x kvadrat üstə gəlsin 5x plus 6 bərabərdir 0. Sonra yuxarıdan V7-dən kökləri ayıra bilərik təbii ki. Hasili 6 cəmi 5, 2, 3-dür. Və bizə də deyir ki, 0-dan böyükləri götür. Həm 2-ni, həm 3-ü götürürük. Bunların heç birində problem yoxdur. Hər ikisi kökdür. Sonra düşürük aşağıya. Hasili 6, cəmi mənfi 5. Yəqin ki, biz bunu həll eləyə bilməyəcəyik. Çünki diskriminantı səhv eləmirəmsə az olur. Ya tapılır? Yox, tapılırmış. 6 olması üçün 1, 6 yazaq. Toplamda mənfi 5 olsun deyə 1 mənfi 6. Buradan da deyir ki, 0-dan kiçik olan kök götür. Yəni biz 1-i götürə bilmərik. Mənfi 6-nı götürürük. Onda deyir ki, x-in neçə dənə kökü oldu? 2 oldu, 3 oldu, bir də mənfi oldu. Mənfi 6 oldu. Say olaraq n 3-dür. 3 dənə kök tapa bildik. D variantı. Əslində 4 dənə tapmışdıq. Biri şərti ödəmədi. X kiçikdir 0 olmadı.
6-cı sualımıza keçid alaq. Burada da nədən söhbət gedir? M0-dan təbii ki, fərqli olmalıdır. 2 dənə müxtəlif kök var. X1, X2-dən fərqlidirsə, birinci hər tərəfi m-ə gəlin bölək. Olsun x kvadrat çıxılsın 1 plus m kvadratı bölü m. Yanında x üzərinə gəlsin m bölünsün m. Bərabər 0. Köklər hasil deyəndə bura baxırıq. X1 vurulsun x2 bərabərdir. Buradan da ixtisar gedir, qalır elə 1. Bunun istədiysə 1 olur. 7-yə baxaq. Köklər bir-birinə bərabər şərtini görən kimi diskriminantı 0-a bərabər edirik. İndi bunu da diskriminantını hesablasaq, b kvadrat 4ac ilə a minus 2-nin kvadratı çıxılsın 4 vurulsun, a-sı 1, c-si a bərabərdir 0. Buradan a minus 2-nin kvadratı da düstura görə açaq formula ilə. Olsun a-nın kvadratı çıxılsın 4a plus 4 çıxılsın 4a bərabərdir 0-a. A kvadrat çıxılsın 8a üstə gəlsin 4 bərabərdir 0. Burada da a'ları ayrı-ayrı tap demir. A'ların cəmini istəyir. Yəni A1 üstə gəlsin A2-dən məlum məsələ V7-dən tapılır. Burada olur 8. O da C variantı. Keçək 8-ci misal. Nə vaxt həlli yoxdur? Diskriminant 0-dan kiçik olanda. Bunu da diskriminantını hesablayaq. B-nin kvadratı 25 çıxılsın 4 vurulsun 2 vurulsun K kiçikdir 0. Bu olacaq 8K böyükdür 25-dən. K da böyükdür 3 tam 8-də 1. 3 tam 8-də 1-dən sonra gələn minimum qiymət, yəni K-nın qiymətləri nədir? 4, 5, 6, nöqtə sonsuza qədər gedər. Minimum qiymətimiz də olur 4. D variantı. 9-a baxaq. Belə bir ifadə görəndə, birincisi biz hər tərəf kvadrata yüksəldirik. Amma bir dənə məsələ var ki, biz bunu kvadrata yüksəldən 4-cü dərəcəyə gələcək. Ona görə oxşar bir şeylər tapmaq lazımdır. Bu kökün içini köçürdürük. X kvadrat üzərinə gəlsin. X plus 1 bərabərdir. Buradan gəlin mənfini ortaq vuruq çıxardıq. 1 çıxılsın. X kvadrat plus x yaranır. Sonra bu x kvadrat plus x hissəsini gəlin bir t ilə əvəzləyək. Gəlib kənarda yazıram ki, x kvadrat üzərinə gəlsin. X-ə bir t deyirik. Onda misal nəyə çevrilir? Kökün altında t plus 1 bərabərdir 1 çıxılsın t. Artıq bunu kvadrata yüksəltmək daha düzgündür. Daha sadə tənliyə alınır. 4-cü dərəcəyə gəlmir. Kvadrat kökü silir. Qalır t plus 1 bərabərdir. 1 üzərinə gəlsin t-nin kvadratı çıx 2t. Bir tərəfə keçirsək t kvadrat çıxılsın 3t bərabərdir 0. 1-lər gedir. T-ni də ortaq vuruq çıxarsaq t minus 3 bərabər 0. T bərabər 0 və t bərabər 3. 2 dənə kök aldıq. Bunu bir dairəyə alaq. Bu tapdığımız köklərini inirik sonra bu hissədə yerinə qoyuruq. Buradan da yazırıq x kvadrat plus x bərabərdir 0-a. Bir dəfə də x kvadrat plus x bərabərdir 3-ə. Yaxşı olar ki, bunları da elə bir tərəfə keçirdək. Bu olduğu kimi qalır. X kvadrat plus x çıxılsın 3 bərabər 0. Və bizdən x-ların cəmini istəyirsə, ayrı-ayrı köklər bizə lazım deyilsə, yeni V7-dən gedirik. Buradan x1 üstə gəlsin, x2 bərabərdir. Bu hissənin əksi -1. Burada da eyni qayda ilə x1 üstə gəlsin, x2 bərabər -1. Hətta bura x3, x4 deyərik. 4 dənə kök çıxır. Sonda da bu -1 ilə bu -1-i toplayarıq. Yekun da buraya yazarıq. -1 çıx 1 olar -2. D variantı. Qəşəng sual idi bu da. 10-cuya keçid alaq. Burada nədir? Yenə bir yüksək dərəcə var. Ortaq vurğama gəlsək. Birincisi, buradan V7-dən görə köklər çıxarda bilərikmi? Hasili 8 deyək. 1, 8, 2, 4. Başqa bir şey mümkündürmü? Yox. Onun elə bir gəlmir. 121 çıxılsın. Diskriminantdan da geçsək. 32. 9. 89. Yox, bu köklər kökdə qalır, yəni. Tam alınmır. Bizə də köklərin cəmini istəyir onsuz da. Ayrı-ayrı 0 eləsək, gəlin belə yazaq da uşaqlar. 2x kvadrat plus 3x bərabər 0 tənliyimiz var. Bir də x kvadrat çıxılsın 11x, üzərinə gəlsin 8 bərabər 0 tənliyimiz var. Bu sıranı 2-yə bölsək olur x kvadrat. X kvadratı üzərinə gəlinsin 1.5x bərabər 0. Buradan x1 üstə gəlsin x2, -1 onda 5'dir. Köklərin cəmi V7-ə görə. Digərində də x1 üzərinə gəlsin x2, x3 deyim onda. x3 ilə x4-ün də toplamı burada 11. Sonda da bu kökləri gətirib toplasaq, x1, x2, x3, x4, -1 onda 5, -3 bölü 2 üzərinə gəlsin 11. O da olar 2-də, 22-dən də 3-ü gedər 19. 19 bölü 2, C variantı. 11-ə keçək. Yenə ayrı-ayrı 2 dənə köklərimiz var.
Gəlin belə bir şey eləyək. Buradan bütün sıranı 2-yə bölsək, tənlikləri ayrı-ayrı yazıram. X kvadrat üzərinə gəlsin, m bölünsün 2x. Üzərinə gəlsin 1 bölü 2 bərabər 0. İkinci tənliyi də aşağıdan bu qayda ilə yazırıq. X kvadrat üzərinə gəlsin, m bölünsün 2. Çıxılsın x yanında. Çıxılsın 2-ni də 2-yə bölək 1 bərabərdir 0. X çıxılsın 1 bərabər 0. 2 dənə tənliyimiz var. Viyetə görə bura deyir ki, x1 üzərinə gəlsin x2 bərabərdir mənfi m bölünsün 2-yə. Amma x1 vurulsun x2'miz bərabərdir 2-də 1'ə. Bu yuxarıdakının viyeti. Aşağıdakının viyeti 1 bölünsün x1. Nə veribsə kökləri biz də onu götürürük. 1 bölü x1 üstə gəlinsin x3 bərabərdir mənfi m bölünsün 2-yə. Bir də 1 bölünsün x1 vurulsun x3. 1 bölü x1. Bir də 1 bölünsün x1 vurulsun x3 də bərabərdir buradakına, yəni mənfi 1'ə. Bir də bunun sisteminə baxacağıq. Gəlin, indi neyiniyək? Birincisi, buradan x2'lərimiz artıqdır. Hər halda x2'ni x1 ilə əvəz eləmək lazımdır. Bizə nə deyir? M-lər lazımdır. Bu aşağıdan neyiniyə bilərik? Çarpaz vuranda x1 bərabər olur mənfi x3'ə. Belə bir tənlik tapırıq. Sonra x3'ün yerinə gətirib hər iki halda x1 qoysaq. Burada nə olacaq? 1 bölünsün x1, çıxılsın x3'ün də yerinə mənfi x1 qoyuram. Bərabərdir mənfi m bölünsün 2. Belə bir tənlik gözləsin bizi. Yuxarıda da gəlin yeni bir şey eləyək. Bir ortaqlıq yaradaq. Məsələn, buradan da x2'ni tapıb yuxarıda yerinə qoyarıq. x2 bərabərdir 1 bölünsün 2x1. Burada da yerinə qoysaq, olacaq x1 üzərinə gəlsin 1 bölünsün 2x1 bərabərdir mənfi m bölünsün 2'yə. Bir dənə də belə tənlik aldıq. Sonra aldığımız bu 2 dənə tənlik var. Bunu da sarılayım, qarışmasın. Bu 2 tənliyin hər ikisinin cavabı eyni şeydir. Görün, mənfi m bölünsün 2'dir. Onda bunlar da gəlin, burada bərabərləşdirək. Yazaq ki, x1 üzərinə gəlsin 1 bölünsün 2x1 bərabərdir 1 bölünsün x1 çıxılsın x1'ə. Bunların da hamısını bir tərəfə yıxsaq 2 dənə x1 üzərinə gəlsin, çıxılır oradan 1 bölünsün 2x1 çıxılsın 1 bölünsün x1 bərabər 0. Eyni məxrəcə gətirərik bunu da. Bütün sıranı istəyirsiniz x1'ə vuraq. Daha bir rahat tənlik olsun. Bütün sıranı 2 dənə x1'ə vursaq. Bura olur 4x1'in kvadratı. Üzərinə gəlinsin 2x1 ilə ixtisar gedir 1. Çıxılsın. Buradan qalır 2 bərabərdir 0. 4x1'in kvadratı bərabər olur 1'ə. x1'imiz də bərabərdir plus minus olur. Əvvəlcədən şərt verməyib müsbətini götürək yesin. x1 olacaq 1 bölünsün 2. x1'i tapdıq. Misalda da bizdən nə istəyirdi? M istəyirdi. M-i də gəlin hardan tapaq? Buradan da M-i taparam. Yazaram 1 bölünsün 2. Üzərinə gəlinsin. 2'də 1 vurulsun. Bunun tərsi 2 bərabərdir mənfi M bölünsün 2'yə. Bunlar ixtisar gedər. 2'də 1 bərabərdir mənfi m bölünsün 2. 2'lər də ixtisar gedər. M də qalar sonda mənfi 1. Bu da bunun həlli. Amma yoxdur. Nəysə səhv yazmışam inşallah ki. Misalda səhvlik yoxdur. Sadəcə mən burada tələsdim kök götürməyə. Kvadratdan 2'dən kök çıxır axı. Bir dənə də yazmaq lazımdır. x1 bərabərdir mənfi 2'də 1. Yuxarıda da 2 dənə m tapılır buna uyğun. 1 mənfi 1 tapırıq. İndi bir dənə də mənfi 2'də 1'i qoysam, mənfi 2'də 1 üzərinə gəlsin 2'də 1 vurulsun tərsi mənfi 2 bərabərdir mənfi m bölünsün 2'yə. Bir də buradan m tapmaq lazımdır. 2'lər ixtisar gedər. Mənfi 1, mənfi 2'də 3 bərabərdir mənfi m bölünsün 2'yə. Bu 2'lər də ixtisar gedir. M bərabərdir 3 tapırıq. 2 dənə qiymətimiz olur. Mənfi 1 ilə mənfi 3. Bir-birinə də vuranda olmalıdır mənfi 3. Yəni B variantı. Uzun misal idi amma biraz. 12'ye keçid alaq. 12'də nə deyir? 2 dənə kökümüz var. Bunları eyni kökün altına salarıq. Belə saxlamağın bir mənası yoxdur. Bu m də içəriyə girsin, bu da. Birincisi orada dərəcəyə fikir verir. Kök açırıq 5-ci dərəcə. 5-ci dərəcədən içəriyə girəndə m üstü 5 vurulsun m olur. Digərdə çıxılsın 5-ci dərəcə qalır. Bu içəriyə girəndə bu quyruqda heç nə yoxdursa 2-ci dərəcə kimi girir içəri. Yəni m kvadrat vurulsun m kimi. Bərabərdir 56'ya. Sonra nə iş görürük? Dərəcələr arasında bir şey olmayanda bir-birinə vurulur, yəni bu hissəsi. 10-cu dərəcədən m-in üzərində 6 çıxılsın. 10-cu dərəcədən m-in üzərində 3 bərabərdir 56'ya. Sonra nə deyə bilərik burada? 10-cu dərəcələr ortaqdır deyə. Buna gəlin istəyirsiniz bir dənə t deyək. Gəlib qıraqdan yazıram ki 10-cu dərəcədən m-in kubuna bir t desək,
M üstü 6 bunun kvadratı olur axı. Onda misal buna çevrilir. T'nin kvadratı çıxılsın T. 56'ını da bu tərəfə atıram. Çıx 56 bərabər 0. V7-dən buradan köklər çıxır. Hasili 56, 7, 8. Toplamı müsbət 1 olsun deyə mənfi 7, 8. Sonra 10-cu dərəcəni mənfi 7-yə bərabər eləyə bilmirik deyə 8-ə götürürəm. Gəlib qıraqda yazıram ki, 10-cu dərəcədən M-in kubu da bərabərdir 8-ə. Sonra neyiniyək? Bunlar da 10-cu dərəcəyə yüksəldək. M-in kubu da bərabərdir 2-nin kubunun üstündə 10. M də bərabər olur. Kubları atsaq 2 üstü 10 qalar. 2 üstü 10 da 5 üstü kim göstərir? 4-ün qüvvəti ilə göstərir. Bu da bərabərdir 2-nin kvadratının üstü 5. O da olar 4 üstü 5 var cavab. D variantı. Keçək 13-ə. Modul modula bərabər olanda deyirdik ki, həmişə bu tənlər iki cür açılır. Müsbət müsbətlə, bir də müsbət bərabər mənfi ilə. Həmişə 2 dənə həll var burada. Onda yazırıq x kvadrat çıxılsın 16 bərabərdir x minus 4-ə. Bir dəfə də x kvadrat çıxılsın 16 bərabərdir mənfi x plus 4-ə. Ayrı-ayrı həll eləyik. Burada nə olur? X kvadrat çıxılsın x. Ortaq qrupda çıxartmaq olardı. Hətta oradan v-də gətirəyib yoxdur. 16-nın da üstə 4 gələndə çıxılsın 12 bərabər 0. Tənliyimizin biri bu. Aşağıdakı da olur x kvadrat üzərinə gəlsin x. Çıxılsın 20 bərabərdir 0. İndi v7-dən köklərə baxsaq, hasili 12, 3, 4-dür. Toplamı müsbət 1 olsun deyə mənfi 3, 4. Aşağıdan hasili 20, 4, 5. Toplamı mənfi 1 olsun deyə 4 ilə mənfi 5. İndi bizim aldığımız köklərdə deyir toplam mənfi 3 üzərinə gəlsin 4. Üzərinə gəlsin 4, üzərinə gəlsin mənfi 5. Bu da nə edir? Mənfi 8, müsbət 8, köklər gedir 0-a. Heç bir şey. Bir saniyə. Həll düzdür, düz olmalı. Sadəcə burada 4 kökü ortaqda. 2 dəfə niyə sayırıq ki? Bir dəfə saymamız bəs edir. Onu bir dənə səhv eləmişəm. Buradan düzəldim. 4-ü bir dəfə yazmaq lazımdır. Üzərinə gəlinsin mənfi 5. Bu da bizə verir mənfi 4. Cavabımız var. C variantı. 14-cü sualımıza gələk. Bunu düz məntiq həll edirik. Sadə x kvadrat çıxılsın 7 modulda bərabərdir 5 faktorialın cavabı var 120. Modul bir ədədə bərabər olanda həmişə 2 cür həll açılırdı buradan. Yəni yazacağıq x kvadrat çıx 7 bərabərdir 120-yə. Bir dəfə də x kvadrat çıx 7 bərabərdir mənfi 120-yə. Buradan olur x kvadrat bərabərdir 127. Digərlə olur x kvadrat bərabərdir mənfi 113. Kvadrat da mənfiyə bərabər olmaz deyə buradan bir kök çıxmır. Biz bundan davam edirik. X kvadrat da 127-dirsə, x olur plus minus kökün altında 127. Bu köklərin də bizdən hasilini istəyir. Kök altda 127-nin müsbət mənfi bir-birinə vuranda cavab da olur mənfi 127. Yəni x1 vurulsun, x2'miz olur mənfi 127. Getdi 15-ə. Burada nədir məsələ? X plus 2-dən oxşarlıq var. Gəlin buna bir t deyək kənarda. Modulu ilə bir yerdə bu arada. Buna bir t desək, misalımız nəyə çevrilir? T'nin kvadratı çıxılsın 6t, çıxılsın 7, bərabərdir 0. V-yə gedirik, hasili 7 olsun deyə 1, 7. Toplamı da müsbət 6 deyə mənfi 1, 7. İndi bunları gətirib bərabərləşdirsək, desəm ki, modul x plus 2 bərabərdir mənfi 1. Bu mümkün deyil də, modul mənfiyə bərabər olmaz. Ona görə keçir ikinci kökə. Modul x plus 2 bərabər 7 olanda buradan 2 dənə kök ayrılır. X plus 2 bərabərdir 7 və x plus 2 bərabərdir mənfi 7. Buradan da kökümüz 5 və mənfi 9 çıxır. Bunlar da deyir topla 5 çıxılsın 9 da verir mənfi 4. Yəni Y variantı. 16 da bayaq danışdığım məntiq. Modul modula bərabərsə müsbət bərabər müsbət. Bir dəfə də müsbət bərabər mənfi götürürük. Yolu budur yəni. Onda yazırıq x minus 3 bərabərdir 2x minus 9-a. Bir dəfə də x minus 3 bərabərdir mənfi 2x plus 9-a. Mənfiyə vura-vura açıram. Buradan tənlik həll eləsə x bərabər olur 6. Bu tərəfdən həll eləsə 3x bərabər 12-dən x bərabər 4. 2 dənə kök çıxartdıq. Bir-birinə də vuranda olar 24. B variantı. Gəldik test 4-ə. Deməli, burada nədir? Düz məntiq V7-dən istifadə edirik. X1 üzərinə gəlsin, x2-miz 3-dür. X1 vurulsun, x2-miz də mənfi 1-dir. İndi gəlin belə bir şey eləyik. Bunu eyni məxrəcə gətirə bilərik. Yazsaq nə olar? X1-in kvadratında olacaq x1-in kvadratı vurulsun təzədən x1-in kvadratı. Burada x1-in 2 dəfə olmaq xoş bir şey olmadı, düzü. X1-i gəl yuxarıdan bir nəsə əvəzləyək. Hər ikisinin x1 olması yaxşı deyil.
Buradan gətirib x1-i tapanda olur mənfi 1 bölünsün x2. Məsələn, bunun yerinə gətirib qoyaq. Mənfi 1 bölünsün x2-nin kvadratı 1x1, 1x2 olsun deyə. Üstə gəlsin 1 bölünsün x1-in kvadratı. İndi daha məntiqli. Nə olur misalımız? x2-nin kvadratında 1, üzərinə gəlsin 1 bölünsün x1-in kvadratı. Bunu da eyni məxrəcə gətirsək, x1-in kvadratı vurulsun x2-nin kvadratı. Sürətimiz olur x1-in kvadratı, üzərinə gəlsin x2-nin kvadratı. Hasilin cavabı var bizdə. Baxın, mənfi 1 idi. Mənfi 1-in kvadratı olur müsbət 1. Mənfi 1-in hətta kvadratı ilə yazın. Sürətdə amma x1 üstə gəlsin x2-nin kvadratı yoxdur. Onu gəlin kənarda hesablayaq. Bunun cəmi var axı 3. Qıraqda yazıram x1 üzərinə gəlsin x2 3-dürsə, hər tərəfi gəlin kvadratı yüksəldik. Onda olsun x1-in kvadratı üzərinə gəlsin x2-nin kvadratı hasilinin 2 misli bərabər 9-a. Bu hasil mislinə gətirib mənfi 1 yazsaq, onda olur x1-in kvadratı üzərinə gəlsin x2-nin kvadratı. Mənfi 2 də 9-un yanına gəlir, toplanır olur 11. Yəni bu hissəni tapdıq 11. Yuxarısı 11 bölünsün 1-dən də yekun cavabımız olur 11. Davam eləyək ikinci sualım. Burada kvadratları açmaram. Gəlin belə bir şey eləyək uşaqlar. Təkrarlanma çoxdur. Baxın, bu hissə ilə o kvadratı kənara qoyuram. Bu hissə birə-bir eynidir. Gəlin bunları bir A ilə əvəz eləyək. Onda misalımız nəyə çevrilir? 17 vurulsun A bölü 34-ün mötərizə kvadratı çıxılsın 34 vurulsun A bölü 34. Bu daha rahat sanki. O da bərabərdir. 17 vurulsun A kvadrat bölünsün 34-ün kvadratına 34 vur 34 yazın. Buradan da zaten ixtisarlar gedir, çıxılsın A kimi. 17-nin 34 ixtisar geçsin 2 qalsın. O da bərabərdir. Məxrəcdə 2 vurulsun 34. Sürət olur A-nın kvadratı çıxılsın 2 vurulsun 34 vurulsun A. Hə, indi buna gələk. Burada çox güman ki bir formula var, düstur var. Biz görmürük. Neyirik? Deyirik ki bunun yanında keşke bir 34-ün kvadratı olsaydı. Formulanı verərdi, elədir. Yoxdursa biz artıraq. Gətirib 34-ün kvadratını əlavə eləyirsən və tarazlıq pozulmasın deyə çıxılsın 34-ün kvadratı yazırıq. Birinci hissəni formula kimi yazsaq o mötərizən üçün, olar A minus 34-ün mötərizə kvadratı çıxılsın 34-ün kvadratı. Bölünsün 2 vurulsun 34. Sonra bərabərdir. Biz yuxarıda bu hissəyə A demişdik axı. Fikir verirsiniz. O A-nı yerinə köçürdürəm. Gətirib yazıram ki, parantezin içində 34 üzərinə gəlinsin. Kökün altında 34-ün kvadratı. Üzərinə gəlsin 4 vur 17 vur 5. Bu kökü bağlayıram. Çıxılsın 34. Sonra A-nın yerinə bunu köçürdüm. Çıxılsın 34 də var axı misalda. Çıx 34 mötərizənin üstündə kvadrat. Çıxılsın 34-ün kvadratı. Bölünsün 2-ni də 34-ə vuraq 68. Sonra buradan nə görürük? Mənfi 34 müsbət 34-ü götürər və yerdə bu kök qalır axı. Kökün də üzərində kvadrat olanda bu kvadrat da gələr bu kökü silər. Yəni bizim əlimizdə nə qalır sonda? 34-ün kvadratı üzərinə gəlsin 4 vur 17 vur 5. Çıx yenidən 34-ün kvadratı bölünsün 68. Buradan da bir qəşəng ixtisarlar görürük. Bunun da davamında olar bərabərdir. 4 vur 17 vur 5. 68-in də yerinə 2 vur 34 yazsaq. 34 ilə 17 ixtisar gedir 2. 2 ilə 2 vurulanda 4 aparır. Sonda da qalır 5. Qəşəng bir sadələşmə gedir. O da olur A variantı. Baxırıq 3-cü misalımıza. Buradan da yenə V8 tətbiq eləyək. x1 üzərinə gəlsin x2-miz 2-dir. x1 vurulsun x2-miz də mənfi 4-dür. Sonra bu hissəni açsaq, x1 vurulsun x2, üzərinə gəlsin x1, üzərinə gəlsin x2. Hasilin yerinə mənfi 4, cəmin də yerinə 2 qoyuruq. Yekun olur mənfi 8. Hesab səhv eləmədiksə budur. Müsbət 2 mənfi 4, mənfi 4 buradan üzərinə gəlinsin deyə bu. Üzərinə gəlsin, sorry. Mənfi 2, Y variantı. Dördüncü sualımız yenə V8-ə əl ataq. x1 üzərinə gəlinsin x2 4-dür. x1 vurulsun x2 isə n plus 1 bütöv. Təkcə 1-i götürməyin. N plus 1. İndi buradan da bu hissəni bir alt-alta yazıb sistem tənlik quraq. Yazıram kənarda x1 üzərinə gəlsin x2 4 idi. 2x1 çıxılsın x2-ni də 5 verib. Bunu tərəf-tərəfə toplayanda x2-lər gedər. 3x1 bərabər 9-dan x1-i tapırıq 3. x1-in yerinə burada 3 qoysaq, x2-si olur 1. Bu da tapıldı. Sonra gətirib n-i tapmaq üçün yazaraq bunları bir-birinə vurmaq lazımdır. 3 vurulsun 1 bərabərdir. N plus 1-ə, n də olar 3-dən 1-i gedər 2. Bizdən də n istəyirdi, C variantı.
Baxaq 5-ə. Burada nədir? Hə. Belə bir qaydamız var ki, uşaqlar, əgər bu ABC, belə deyək, Q tam ədəddir də, tam ədəd olsun, rasional olsun, çox vaxt %90 belə olur ki, əgər sənin köklərindən biri irrasionaldırsa, yəni kök 6-dırsa, onda ikinci kök 100% bunun qoşması olur. Yəni, x2 əgər 3 çıxılsın kök 6-da 2-dirsə, x1 bunun qoşmasıdır, 3 üstə gəlsin kök 6-da 2-dir. Bunu bir qayda kimi yadımızda saxlayaq. Deyir ki, x1 də buna vur, heç bir şey, can sağlığı gətirək, vuraq. Zaten düstura gəlirdi onsuz da. Bunu da vurub düstur kimi yazsaq, a kvadrat çıx b kvadrat kimi 9 çıxılsın 2, bu da verər bizə 7-ni. B variantı. 6-cı misalımız. Neyinirik? Yenə V7-dən bildiklərimizi yazırıq. x1 üzərinə gəlsin, x2 6-dır. x1 vurulsun, x2 isə təkcə m yox, 3 yox, birgə götürürük, 3 minus m. İndi bunu da eyni məxrəcə gətirək. x1 vurulsun x2, sürəti də x2 üzərinə gəlsin x1 bərabərdir 3 bölü 2. Cəmi yerinə bu 6-nı qoyuruq. 6 bölünsün hasilin də yerinə 3 minus m bərabərdir 3 bölü 2. İxtisar eləyib çarpaz vursaq, onlar 3 minus m bərabərdir 4-ə. M də olur -1. Bu da bizdən elə m istəyirdi. D variantı. Keçək 7-ci misalımıza. Burada nədən söhbət gedir? x1 də x2 də sıfırdan fərqli də olsun, lap yaxşı. Tənlimizin kökləri V-lə birgə yazılıb. Yəni, x1 üzərinə gəlsin, öz dediyinə yazıram. x2 bərabərdir buranın əksinə. Yəni, x1 üstə gəlsin 2-yə. x1 vurulsun x2 isə bərabərdir bura. 3-dən x2-yə. Misal rahatlaşır, çünki bir silahlar, ixtisarlar gedir. Fikir verin, soldan sağdan x1-lər getsə, qalır x2 bərabərdir 2. Buradan da x2-lər ixtisar geçsə, x1 də bərabər 3. Hər ikisini tapdıq. Bizə də bunların kvadratları cəm istəyir. 4 üstə gəlsin 9 verər 13. C variantı. Keçək 8-ci misala. Millət, bunu V-lə elədim, biraz uzun getdi. Daha qısa bilirsiniz, nə eləmək olar? Əgər deyirsə ki, bu tənliyin köküdür, birincisi, bax, x1 də qoyanda bu tənliyi həll eləməlidir, x2 də qoyanda. Yəni, biz yaza bilərik ki, x1-in kvadratı çıxılsın, 4 vurulsun x1, çıxılsın 2 bərabər 0. Baxın, bu ifadə çıxır buradan. x1-in kvadratı çıx 4x1. Eyni məntiqdən x2-ni də yazmaq olar. x2-in kvadratı çıxılsın 4x2, çıxılsın 2 yenə bərabər 0. Buradan da birinci misalı sadələşdirək. Kvadratın qarşısı mənfi olmaz. Görürsünüz, oradan bir qarşıya mənfi gələcək. Yəni, misalın bizə verdiyi budur. 4 bölünsün x1-in kvadratı çıxılsın 4x1. Çıxılsın 4 bölünsün x2-nin kvadratı çıxılsın 4x2 kimi. O da bərabərdir 6 bölünsün. Baxın, bunun yerinə nə yazırıq? Mənfi 2-ni sağ atsın, müsbət 2 deməkdir. Çıxılsın 4 bölünsün, x2-də də bu mənfi 2-ni atırsan sağa, bölünsün 2. Bu daha sürətdir. Çıxılsın 2, verər bizə 1. Y variantı. Getdik 9-cu misalımıza. Deməli, 4 dərəcəli bir tənlik yaranacaq. x1 ilə x2 bu tənliyin həllidir. Bütün köklərin yerinə ya x1 qoymalısın, ya x2. Bunu məsləhətdir ki, ardıcıl hasil kimi yaza bilək. 24-ün yerinə nə yaza bilirik? 2 vur, 3 vur, 24 əslində 4 faktorialdır da. 2 vur, 3 vur, 4. 1 vur, 2 vur, 3 vur, 4 kimi yazmaq olar. Bunu da indi x plus 3-ə gəlsin deyə. X-in yerinə 0 yaza bilmirik. 1 yazsaq, 2, 3. X-in yerinə 1 yazsaq tutur. Fikir verin, x bərabər 1 olsa, bura nə olur? 1 vur, 2, vur 3, vur 4. Bu ödədir. Köklərdən biri 1-dir. Sonra ikinci kökü necə tapaq? İkinci kök 3-ün də. Bunun mənfi olma ehtimalı varmı? Ya da nədənsə düşə-düşə gəlsin. Mənfi yazanda. İkinci kökümüzdə nəsə mənfi bir şeydir. X-in yerinə, məsələn, 3 çıxanda 4, 2 çıxanda mənfi 6 bir dənə qoyum yoxlayayım. Mənfi 6 vurulsun, 1 çıxanda mənfi 5, yox, açdı. Mənfi 6 deyil. Mənfi 5 də olmayacaq yəqin ki. Mənfi 4-ü bir dənə yoxlayaq. Mənfi 4 vurulsun, mənfi 3 vurulsun, mənfi 2 vurulsun, mənfi 1. İkinci kökümüz də buymuş. Baxın, buradan da o 24-ü ala bilirik. Köklərimiz bu. Bunlar da bir-birinə vur. 1 vur, mənfi 4, yekun olur, mənfi 4. Yəni, gedib bunu 4 dərəcəliyə açıb gətirməyək də. 10-cu sualımıza baxaq.
Buradan ama Viyet istifadə edə bilirik. Yazaq x1 üzərinə gəlsin x2'miz. A'dır. Oy, A deyil. Bir saniye. Bunu bir sadələşdirmək lazımdır. X'in kvadratı çıxılsın. X'i ortaq vuruq çıxardanda mötərizədə qalır. A çıxılsın 1 vurulsun. Çıx 10 bərabərdir 0 formasında. X1 üstə gəlinsin. X2'miz olur. A çıx 1. X1 vurulsun. X2'miz olur. -10. İndi buradan aşağıdan nə yazırıq? X1 vurulsun. X2'ni ortaq vuruq çıxardanda qalır. X1 üzərinə gəlinsin. X2 bərabər 30. Viyetdən bu tapdıqlarımızı yazaq. Yəni hasilin yerinə -10 vurulsun. Cəmin də yerinə A çıxılsın 1 bərabərdir 30'a. Buradan A çıx 1 bərabərdir -3'ə. A'sı da olar -2. Yəni Y variantı. Gəldi 11'ə. Burada nə iş görək? Yenə Viyetdən bildiklərimizi yazaraq. X1 üzərinə gəlsin. X2'miz n çıxılsın. Mənfisi ilə qarşıda mənfi n çıxılsın 1'dir. Bir də X1 vurulsun. X2'miz də -7'dir. Gözləyir buradan. Sonra neyini? Kvadratdan söhbət gedirsə, məlum məsələ, gəlib bu sıranı biz kvadrata yüksəltməliyik. Qıraqda yazıram. X1 üzərinə gəlsin. X2'nin mötərizə kvadratı bərabərdir -1'in mötərizə kvadratı. Buradan düstur kimi açacaq. X1'in kvadratı üzərinə gəlsin. X2'nin kvadratı hasilinin 2 misli bərabər olur. n-1'in ilə mötərizə kvadratı yazaq. Sonra neyinirik? Misalın verdiyi bunun yerinə 15'i köçürdürsən. Üstə gəlsin 2 vurulsun. Hasilin də yerinə -7. Bərabərdir n çıxılsın 1'in mötərizə kvadratına. Buradan yaranır ki n çıx 1'in kvadratı bərabərdir. 15'dən 14 gedir 1. Kvadrat 1'ə bərabərsə 2'dən kök çıxır. N çıx 1 bərabər 1. Bir də n çıx 1 bərabərdir -1. N bərabər 2 olur. N bərabər 0 olur. Bu köklər də deyir tutsonda topla. 2 plus 0 da verir yenidən 2'ni. C variantı. 12-ci sualımız. Burada da yenə Viyetdən gedəcək. Birincisi yan yana ataq. X kvadrat çıxsın 2x minus 4 bərabər 0. X1 üzərinə gəlsin. X2'si 2'dir. X1 vurulsun. X2'miz də -4. Kub lazımdırsa biz də düz məntiq kuba yüksəldik ya da kub düsturunu açaq. Bu düsturun açılışını bilir yaxı A kub plus B kub kimi yazıram. X1'in kubu üstə gəlsin. X2'nin kubu bərabərdir. X1 üzərinə gəlsin. X2 vurulsun. X1 kvadratı çıxılsın hasilin 2 misli. Daha doğrusu normal hasili çıxılsın. X1 vurulsun. X2 üzərinə gəlsin. X2'nin kvadratı. Bundan gedə bilərik. O da bərabərdir. Nə edirik? Bu cəmi yerinə gətirib 2 yazıram. Hasilin yerinə -4. Misalımız buna çevrilir. 2 vurulsun. X1'in kvadratı üstə gəl. X2'nin kvadratı üstə gəlsin 4 formasında. Amma bu hələ ki bizdə yoxdur. Bunu neyiniyək? Gedib kənarda kvadrata yüksəldirsən. Yazırsan X1 üstə gəlsin. X2'nin kvadratı bərabərdir 2'nin kvadratı. Bunu da düstur kimi açsaq. Hasilin 2 misli 2x1 vurulsun. X2 bərabər 4. Bu hasili yerinə gətirib -4'ü qoysaq. O da olar x1'in kvadratı üstə gəl x2'in kvadratı. -8'də 4'ün yanına gəlir olur 12. Yəni gətirib bunun yerinə biz bir 12 yerləşdiririk. Onda misalda davam elətdirsə 2 vurulsun 12 plus 4. 16'ını da 2'ye vuranda 32. Son cavabımız A variantı. Keçək 13'ə. Buradan da yenə Viyetdən bildiklərimizi yazaq. Cəmi -3, hasili n çıxılsın 8. Sonra bunu yerinə qoymaqdansa x1 də x2 də bu tənliyin həllidirsə fikir verin. Buralar bir-birinə oxşuyur. Gətirib bütün x-ların yerinə x1 qoyaq. Onda misalın içində x1 yazsaq nə olur? x1'in kvadratı üstə gəlinsin 3 dənə x1 üzərinə gəlinsin n çıxılsın 8 bərabər 0. Sonra bu misalın da verdiyi bu şərti gətirib altına yazsam x1'in kvadratı üzərinə gəlsin 4x1 üzərinə gəlsin x2 bərabərdir 9. Gəlin bunu tərəf-tərəfə çıxaq. Bu x1'lərin kvadratları geçsin. Yuxarıdan aşağıya doğru çıxsaq 3x1 üstə gəlsin n çıx 8. Çıx 4x1 çıxılsın x2 bərabərdir 0 çıx 9 -9. Buradan nə görürük? 3x1'dən 4x1'i çıxır -x1 çıxılsın x2 üstə gəl n çıx 8 n də bərabərdir -8'də 9'un yana gəlir -1. Sonra bütün sıranda mənfiyə bölsək olur x1 üstə gəlsin x2 çıxılsın n bərabər 1.
Bunu niyə elədik? X1 üstə X2 cəmi bizdə var idi axı -3. Gətirib yerinə yazaq deyə. -3 çıxılsın n bərabərdir 1-ə. N'imiz də olar -4. Qəşəng. N birbaşa tapıldı. 14-ə keçək. Burada da 2K, 3K birbaşa V7-dən çıxacaq. Yazarıq X1 üstə gəlsin X2'miz 5'dir. X1 vurulsun X2'miz də 2M çıxılsın 6'dır. İndi birinci V7'ə görə bizim X1'in X2'nin yerində bunlar dayanır. Yəni gətirib burada yerinə yazırıq. 2K üzərinə gəlinsin 3K bərabərdir 5'ə. 5K bərabər 5'dən K'sı çıxdı 1. Bir də bunları bir-birinə vurmaq lazımdır. Yazırıq 2K vurulsun 3K bərabərdir 2M çıxılsın 6'ya. K'nı 1 tapmışıq axı. Onda olur 2 vurulsun 3 bərabərdir 2M çıxılsın 6'ya. 2M bərabərdir 12. M də olar 6. Yəni C variantı. 15'ə keçdik. Bunun 3 dənə kökü var. 1 var, A var, B var. Onda birincisi biz bunları bir yan yana atıb tənliyi görüm həll eləyə bilərmiyik? Əgər eləyə bilsək, heç kublara getmərəm. Bir dən yan yana yazaq. 2x kub çıxılsın 8x'in kvadratı. Üstə 9x çıx 3 bərabər 0. Belə bir tənlik olur. Ortaq vuruq çıxartsam gəlməz. Tənliyin köklərindən biri 1'dirsə, bunu özü veribsə, millət, bu nə deməkdir? Yəni sən buna bir polinom kimi baxsan, gedib bunu x-1'ə bölə bilərsən. Belə bir haqqımız var. Gəlin yazaq. X-1'ə bölə bilirik. Niyə x-1 derim? Çünki x-1'i 0'a bərabər eləyəndə x bərabər 1 kökünü ala bilirsən. Onda 1 bölsək, buradan qalır 2x'in kvadratı, çıxılsın olur 2x kub. Çıxdıq, yuxarıdan aşağıya düşdüm, -8x kvadrat. Bir saniyə. 2x kvadrat kub çıxılsın. 2x kvadratını yazmamışam. -8'dən ikisi gedir, -6x'in kvadratı. -6x kvadrat yaratmaq üçün 6x yazırıq. Bu da olur çıxılsın -6x'in kvadratı. Üstə gəlinsin 6x. Yanına da bunun bir 9x'ini düşürdək. Bunlar gedir 9'dan 6'sını çıxanda 3x çıxılsın 3. Burada bir dənə 3 artırsaq bu 3x çıxılsın 3 də gedir. 0 aldıq. Deməli sən demə, bu misal beləymiş əslində. 2x kub çıxılsın 8x kvadrat üstə gəlsin 9x minus 3 bərabər imiş x minus 1 vurulsun 2x kvadrat çıxılsın 6x plus 3 bərabər 0. Tənliyimiz budur. Yəqin ki burada heç kimin bir problemi yoxdur, başa düşüləndə. Bunu yazandan sonra köklərdən biri 1'dirsə, bu buradan çıxan kökdür o 1. Bu AB hardan çıxacaq? Təbii ki bu kvadratik olandan çıxacaq. Bunu da biz bütün sıranı 2'yə bölsək, x kvadrat çıxılsın 3x üstə gəlsin 1/5 bərabərdir 0. Köklərimizi x1, x2 ilə yox, AB ilə işarə eləsək, onda V7'ə görə A plus B'miz 3'dür. A vurulsun B'miz də 1/5'dir. V7'dən tapdığımız. Bu da elə bizdə A plus B'ni istəyir deyə 3'ü götürürük. Yəni A variantı. Fikir verin 1/5'də verib. Bu deyil. Hasil olsaydı onu götürərdik. Çaşdırmayaq yəni. Baxırıq 16'ya. Burada nəyimiz var? Buna görə M kaç farklı değer alır? Yenə V7'dən yazaq. X1 üstə X2'miz A plus 1'dir. X1 vurulsun X2'miz də 24'dür. Deyir ki bunlar tam ədəd olsun. Lap yaxşı olsun. M dediği şey nədir? Yəqin ki bunu A yazmaq istəyib. M yoxdur heç bizim misalımızda. Neçə dənə fərqli qiymət alması üçün? Birincisi, hasili 24 olan hansı versiyalar var tam ədəd olaraq? 1/24 hasili yaza bilərsən. Sonra 2 ilə 12 yazmaq olar. 3 ilə 8 yaza bilərsən. A üçün bizə demir ki tamdır, kəsirdir. Heç bir şey yazaq. 4 ilə 6 olar. Bir də qalanı təkrarlanır. Elədir cüt olaraq. Bir də bunların mənfilərini götürəsən. -1, -24 kimi, -2, -12, -3, -8, -4, -6. 4 dənə cüt buradan yaranır. 4 dənə də cüt buradan. 8 dənə hal mümkündür. 8 dənə vəziyyət var yəni burada. A da ona görə dəyişəcək. Bir amma mənalı, maraqlı sual deyil. Keçək test 5'ə baxırıq indi. Bizə nə deyir? Olduğuna görə aşağıdakilərdən hangisi doğrudur? V7'dən birincisi yazaq da kökləri. M üstə gəlinsin 2M bizə verir.
Buranın birincisi a'ya bölünmüşünü yazmaq lazımdır. B bölünsün ax üstə gəlsin c bölü a. Viyet yazacağıq axı. Mənfi b bölünsün a'ya. Bir də m vurulsun 2m də bərabərdir c bölünsün a'ya. İndi buradan nə görürük? M-lə 2m cəm 3m bərabərdir mənfi b bölünsün a var. Bir də 2m'in kvadratı bərabərdir c bölünsün a var. Buradan bunları bir-birindən əlaqələndirsək. Bizə nə yazıb? B ilə C-ni əlaqələndirib. Hə, B ilə C zaten əlaqələnəcək. Niyə? Bunu götürüb tərəf-tərəfə bölsək bu A-lar ixtisar gedir. Və fərz edirəm ki, burada çox vaxt %90 A-nı 1 qəbul edir. Gəlin biz də A-nı 1 qəbul edək. Onda B-miz bərabər olur mənfi 3M-ə. C-miz də bərabər olur 2M-in kvadratına. Bu cür yazsaq. Bizə də nə deyir? Deyir 4B-nin kvadratı. Gəlin indi yoxlayaq. B-nin kvadratı olur 9M kvadrat. Bərabərdir 4-ə vurulsun. Deyir ki 9 vurulsun C-yə. C-nin də yenə 2M kvadrat. Bura 36 verir. Bura 18. Eyni deyil. Yəni A variantı səhvdir. A variantı düz deyil. Variant üzərindən yoxlaya-yoxlaya gedək. B-də nə yazır? 2 vurulsun B-nin kvadratı. 2 vur. B-nin kvadratı 9M kvadrat. Bərabər də 9 vurulsun. A-nın yerinə 1 dedik. C-nin də yerinə 2M kvadrat. Hə, bax bu verir 18, 18. Elə düzgün variant B-dir. O birisilərdə yoxlayıb tapa bilərsiniz. İkincisinə baxaq. Buradan köklərimiz nədir? Bu kökləri danışmaq nə deməkdir? X1-in, bütün X-in yerinə birincisi bunu qoyursun, sonra da bunu qoyuruq. Yəni, misal belə yaza bilərik. A bölünsün, X1 üstə gəlsin, 1 üstə gəlsin, B bölünsün, X1 bərabərdir 1 kimi. Bir də. Bunu bir saniyə qurmamışdan qabaq. Adi ortaq məxrəcə gətirək bunu. X vurulsun X plus 1. Yuxarısı olur AX üstə gəlsin BX plus B. Bərabər 1. Sonra bunu çarpaz vurub açaq. X kvadrat üstə gəlsin X bərabərdir AX üstə gəlsin BX üstə gəlsin B. Bir tərəfə yığaq ki, biz bu tənliyin köklərindən danışa bilək. X kvadrat üstə gəlsin X çıxılsın AX çıxılsın BX çıxılsın B bərabərdir 0. Buradan da misalımız olur. X kvadrat üstə gəlsin. X-i ortaq vuruq çıxartsam. 1 çıx A, çıx B. Çıx B bərabər 0. Hə, indi köklərin cəmindən hasilindən danışmaq olar. X1 üstə gəlsin X2-miz. Buradır. Əksi ilə yəni. A plus B çıxılsın 1 ilə. X1 vurulsun X2-miz də bu hissədir. Mənfi 1. Misalda biz nədən söhbət gedə bilər? Bu kökləri götürüb toplayırsan qıraqda. Yəni X1, X2-in yerinə bu hissədə o 4 olanı yazıram. Yazacağım X1 üzərinə gəlinsin 4 çıxılsın X1 bərabər olmalıdır. A plus B çıxılsın 1-ə. Buradan X1'lər gedir. A plus B də bərabər olur 5-ə. Tapıldı. A variantı. Gələk 3-cü misalımıza. Burada 4-cü dərəcə millət bizi qorxuzmasın. Bunun yerinə nə yazırıq? Birincisi x kvadratla bir t əvəzləməsi gedər. Bir də bunun deyir neçə dənə kökü var? Gəlin x kvadrata bir dənə t deyək. Buradan ayrı-ayrı viyetlə tapa bilməyəcəyik. Məlum məsələ diskriminantla tapacaq. Elədir. Diskriminantla gəl kökləri yazaq. Yəni bizim misalımız əslində budur. T-nin kvadratı çıx 5t üstə gəlsin 7 bərabər 0. 25 çıxılsın 7 4. Bunun heç kökü yoxdur ki. Heç t ilə də əvəz eləməsən belə bu diskriminant olur mənfi. Diskriminant da mənfi olanda boş çoxluq heç kök tapa bilməyəsən. Yəni tapassan kompleksdə də olacaq. Bu da yəni ki kompleks kök istəməz. Diskriminantı 24'də düz məntiq diskriminantın düsturunu yazırıq. B-nin kvadratı m kvadrat çıxılsın 4 vurulsun. A-sı 3, C-si də 2, mənfi 2. Deyir bərabər olsun 24. M kvadrat üstə gəlsin 4, 3, 12, 2, 24 bərabər 24'ə. M də buradan çıxır 0. Bu 24'lər gedir deyə. Keçək 5'ə. Burada nədir? X1 ilə X2-nin hasili tam ədəd olmalıdır. Yazaq X1 üstə gəlsin X2 bərabərdir mənfi K-ya. X1 vurulsun X2 o bayaq yazdığımız misaldandır 54. Hasili 54 olan hansı rəqəmlər görürük biz? 1,54 cütü var. Sonra 2 ilə 27 var. 3'ə bölsək 3,18 var.
Növbəti 6-ya bölünür, 6, 9. Ondan sonra təkrarlanır səhvələrimsə. Bəli, təkrarlanır. 2, 4 dənə cüt buradan yaratdım. Bir də bunların mənfiləri var. Mənfi 1, mənfi 54 kimi. Gələcək 4 dənə də cüt buradan. Yekunda 8 dənə cüt olur. 4'ü buradan, 4'ü buradan. Toplamı 8. Sonra. Kaç farklı deyil. Orada üst-üstə düşən yoxdur ki. Yox, heç bir üst-üstə düşmür. 6'ya baxırıq. Bu 1'in yerinə yazırıq 5'in üstü 0. Üstləri bərabərləşdiririk. X kvadrat çıxılsın 7x plus 6 bərabərdir 0. Buradan da V7'dən köklərə geçsək 1, 6 toplamda 7 verir. Köklərimiz 1 ilə 6. C variantı. 7'yə gələk. Bir tərəfə yığıb ortaq vuruq çıxardacağıq. Üstə gəlsin ki x bərabər 0. X'i götürsək qalar x'in kvadratı çıxılsın 3x üstə gəlsin 2 bərabər 0. Ayrı-ayrı 0 eləyirik. Buradan da V7'dən çıxarda yəqin ki toplamda 3 verir. 0, 1, 2. Köklərimiz bunlardır. D variantı. 8'ə gəldik. 5 üstü x'i bir t ilə əvəzləyək yenə. Bura kvadratı da onda olur. T'nin kvadratı üstə gəlsin 9t plus 8 bərabər 0. Yenə V7'ə geçsək hasili 8, 1, 8. Toplamı mənfi 9 olsun deyə mənfi 1, mənfi 8 kimi yazsaq. İndi 5 üstü x bərabər mənfi 1 mümkün deyil. Ümumiyyətlə üslü funksiya millət mənfiyə bərabər olmaz. 5 üstü x bərabər mənfi 8 yoxdur riyaziyyatda belə bir şey. Boş çoxluq. Biz bunu həll edə bilmərik. Sonra gəldik 9-cu misalımıza. Minimum maksimum deyirsə. Birincisi əgər bir diskriminant kvadratik tənliyin həlli boş çoxluqdursa, diskriminant 0-dan kiçikdir. Onda D bərabərdir. M-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 4 kiçikdir 0. M kvadrat çıxılsın 16 kiçikdir 0. Bunu da bərabərsizlik kimi, eşitsizlik kimi yazsaq M-4, M plus 4 kiçikdir 0. Ayrı-ayrı köklərini tapıb intervala atanda mənfi 4, müsbət 4, müsbət, mənfi, müsbət. Bizdən də kiçikləri istəyir. Mənfi isə. Yəni burada. Mənfi 4, 4 arası amma heç birini almır. Minimum qiymətimiz olur mənfi 3 bu aralıqda. B variantı. 10-cu sualımız yenə bir təkrarlanmalı var. Buna bir t əvəzləməsi ilə dəyişək. Bərabər t deyirik. Onda misal olur t'nin kvadratı çıxılsın 2t çıx 8 bərabərdir 0. V-yə gedirik. Köklərimiz hasili 8 olması üçün 2, 4. Toplamı da müsbət 2 olsun deyə mənfi 2, 4. Sonra yəni T1'imiz mənfi 2'dir. T2'miz 4'dür. Bu tapdığımızı burada yerinə qoyuruq. Yəni yazırıq ki x kvadrat üstə gəlsin 3x bərabər mənfi 2. Bir dəfə də x kvadrat üstə gəlsin 3x bərabər 4. Bu da kökləri təzədən ayrı-ayrılıqda istəyir. Üstə gəlsin 2 bərabər 0. Buradan olur x kvadrat üstə gəlsin 3x minus 4 bərabər 0. Bunu da yenə V7'dən tapaq. Hasili 2, 1, 2. Toplamı mənfi 3 olsun deyə mənfi 1, mənfi 2. Hasili 4, 1, 4. Toplamı mənfi 3 olsun deyə 1, mənfi 4. Deməli köklərimiz nə olur? 1, mənfi 1, mənfi 2, mənfi 4. Y variantında. 11'ə gəldik. Yenə bir x plus 5 əvəzləməsi gedəcək. Hətta kvadratı ilə bir yerdə. Buna bir t deyirik. Misal nəyə çevrilir? T'nin kvadratı çıxılsın 7t çıxılsın 18 bərabər 0. Bunun yenə V7'nə gedirik. Hasil 18, 2, 9 deyək. Toplamı müsbət 7 olsun deyə mənfi 2, 9. Sonra gətirib yerinə yazsaq. X plus 5'in mötərizə kvadratı bərabər mənfi 2. Bir dəfə də x plus 5'in mötərizə kvadratı bərabər 9. Kvadrat mənfiyə bərabər olmaz. Buradan kök çıxmır. Buna baxsaq, x plus 5 bərabər 3 yazarıq. Bir də kvadratdan 2 dənə kök çıxıraq. Mənfi 3. X bərabər mənfi 2, x bərabər mənfi 8. Bizim köklərimiz bunlardır. Mənfi 2 və mənfi 8. O da B variantı. 12'yə keçid alaq. Buradan nə görürük? Yuxarıda bir düstur görürəm də, ehtiyac varmı bunu yazmağa? 4 bölünsün x kvadratı. Gəlin bunu bir eyni məxrəci gətirək. Bütün sıranı, hətta bütün sıranı gəlin x kvadratına vuraq. Hər şeyi bir x kvadratına vururam ki, kəsirdən çıxsın. Onda misal olur nə? X kvadrat üstə gəlsin 4x plus 4. Birinci məxrəcinə ixtisar gedir. Çıxılsın x vurulsun 4x plus 8. Üstə gəlsin 4 vurulsun x-in kvadratı bərabər 0. Bunu da sadələşdirək. Bir vurub açmaq geçsin. Çıxılsın 4x-in kvadratı.
çıx 8x üstə gəlsin 4x-in kvadratı bərabər 0. 4x kvadratlar islah gedir. Yerdə qalır nə? X-in kvadratı çıxılsın 4x üstə gəlsin 4 bərabər 0. Bu da bir düsturdur axı. X minus 2-nin mötərizə kvadratı bərabər 0. Buradan da alınır x bərabər 2. Eyni kökdürsə 1-in götürmək bəs eləyir. 13-ə keçdik. Burada nədir məsələ? Gəlin belə bir şey eləyək. Buradan yan-yana atmaqlar var. Bax, x kubla 64-ü yan-yana atarım. X kub çıxılsın 64 kimi. Çıxılsın 4 bölünsün x minus 3. Birincisi bunun yerində dəyişəndə, bu nə deməkdir? Qabağa mənfi verməkdir. Mənfi 4 bölünsün x minus 3. Bu ifadəni sol tərəfə keçirdəndə üstə gəlinsin 4 bölünsün x minus 3 olur. Bərabər 0. Biz bunları silirik, amma bir dənə şərti var. Amması nədir? X 3-dən fərqli olmalıdır. Çünki məxrəc 0 olmaz. Sonra qalanını həll edirsən. Yəni bunu da faktorial kimi başa düşməyin. X kub bərabərdir 64-də, x də bərabər olur 4. Amma məsələn kvadratik olsaydı və köklərdən biri 3 olsaydı götürməyəcəkdik. Amma 4 bizim kökümüzdür, götürə bilirik. 14-də keçid alırıq. 14-də nəyimiz var? Köklərimiz, bayaqda dediyim kimi, əgər köklər irrasionaldırsa, biri o birisinin qoşması olur. Yəni x2-ni bu cür veribsə, biz də x1-i yazırıq, kök 5 üstə gəlinsin 2 kimi. Bunu itirməyək. İndi gəlin yazaq, bunlar bir-birinə vur deyir. Yazaq, kök 5 minus 2, kök 5 plus 2 formasında. Düşürük, bir də aşağıda bunları toplayırıq. Kök 5, çünki bu ABS tam ədəd olması üçün irrasionallıqdan çıxmalıdır. O şərtə görə yazırıq. Yəni öz başına demirik bunu. Başına buyuruq, danışmırıq. Üstə gəlinsin, kök 5 üstə gəl 2. Buradan silinmələrimiz getsin. Qalsın məxrəcimiz 2 dənə kök 5. Sürəti də a kvadrat çıx b kvadrat kimi yazanda 5 çıxılsın 4 olur. Bu da bərabərdir 1 bölünsün 2 kök 5. Bunu da irrasionallıqdan azad eləsək, kök 5 bölünsün 10 olar. O da B variantı. Getdi 15'ə. Burada nəyimiz var? Bir qəşəng ortaq vuruqlar çıxana oxşuyur. Bir düstur var sanki. Bir T əvəzləməsinə gələr. Gəlin belə eləyək millət. Bu misalda x-in kvadratı üstə gəlsin 1 bölünsün x kvadratı saxlayıram. 3'ə ortaq vuruq çıxardıram. 3'ə ortaq vuruq çıxarsa x üstə gəlsin 1 bölünsün x1. Çıxılsın 8. Belə bir şey olur. Biz indi bunu bilmədiyimizə görə gəlin bir T əvəzləməsi deyək yenə kənarda. Yazıram ki x üstə gəlinsin 1 bölünsün x bərabərdir T'yə. Və burada da bunun kvadratından söhbət gedirsə direkt T kvadrat yazmayaq. Biz bunun kənarda da bir kvadratına yüksəldə bilərik. Yazıram x üstə gəlsin 1 bölünsün x-in mötərizə kvadratı bərabərdir T'nin kvadratı. Görəsiz ki orada hasilin 2 misli söhbəti var. X kvadrat üstə gəlsin 1 bölü x kvadrat hasilin 2 misli. Üstə gəlinsin 2 vurulsun x vurulsun 1 bölünsün x. Baxın ixtisarlar getdi. Bərabərdir T kvadratına. Onda yazarıq ki x kvadrat üstə gəlsin 1 bölü x kvadrat bərabərdir T kvadrat çıxılsın 2. Yəni bizə lazım olan hissə bax burada. Bunun yerinə gətirib yazırıq T kvadrat çıxılsın 2. Bunun da yerinə T. Onda misal nəyə çevrilir? Olur T'nin kvadratı çıxılsın 2. Üstə gəlinsin 3T çıx 8 bərabər 0. T kvadratı üstə gəlsin 3T çıxılsın 10 bərabər 0. Bundakı V-dən almaq olar. 2, 5 hasil. Mənfi 3 olsun deyə 2 ilə mənfi 5. Yəni T bərabərdir 2, T bərabərdir mənfi 5 yazmaq olar. T dediyimiz şey də nə idi? Baxın buydu. Gətirib yerinə yazsam bunu da. Misalımız olur. X üstə gəlsin 1 bölünsün x bərabərdir 2'yə. Bir də x üstə gəlsin 1 bölünsün x bərabərdir mənfi 5'ə. Burada da 3 dənə kök olmağı yəqin ki ortaq köklər var. Bütün sıranı x-a vuraq olsun x kvadrat. Çıxılsın 2x plus 1. Ortaq kök. Ortaq eyni şeydir. X minus 1'in mötərizə kvadratı bərabər 0. Buradan kök çıxdı x bərabər 1. Digərində də bütün sıranı x-a vursaq x kvadrat üstə gəlsin 5x plus 1 bərabər 0. Bunda da köklərini ayrı-ayrı tapmaram. Direkt V-dən x1 üstə gəlsin x2 kimi yazarım mənfi 5. Bu da məsələn olsun x3 kökümüz. Burada yerinə qoyuruq. Burası x1 ilə x2'nin cəmi mənfi 5. x3'ümüz də 1 aldıq. Toplamı da eləyir mənfi 4. Yəni B variantı.
Keçək 16-ya. Bax, qəşəng misallar var. Qalat ona görə sevirəm də. Gələk 16-ya. X2 X1-dən böyük olsun, lap yaxşı. Birincisi V7-dən yazaq. X1 üstə gəlsin, X2-miz 7-dir. X1 vurulsun, X2-miz 9-dur. Bunları kökə salmaq bizə nə verir? Bunun cavabını bilmirik deyə, gəlin bir dənə T ilə əvəzləyək. Bərabərdən sonra və hər tərəfi kvadrata yüksəldik. Bunu T ilə əvəzləyib qıraqda kvadrata yüksəldim. Kök altında X1 çıxılsın, kök altında X2-nin mötərizə kvadratı bərabərdir T-nin kvadratına. Düstur kimi açanda olacaq X1. Üstə gəlsin X2. Hasilin 2 misli 2 vurulsun kökün altında. X1 vurulsun X2 bərabərdir T kvadrat. Bunların da cavabı bizdə var axı. Cəmi yerinə 7 qoyursan, hasilin də yerinə 9. İndi bunun bir dənə əmması var. Çıxır. 7 çıxılsın. Bu da kökün altında 9 axı. 2 vurulsun kök altında 9 bərabər T kvadratına. T kvadrat bərabərdir. 2, 3, 6, 7-dən 6 gedir 1. T də bərabərdir. X1 əgər X2-dən X2 X1-dən böyükdürsə, onda X1 çıxılsın X2 kiçik ədədin kökündən böyük çıxanda bunun cavabı mənfi olmalıdır. Yekunda bu mənfi bir ədəddir, müsbət deyil. Ona görə T-ni də müsbət 1 yox, biz də mənfi 1 qəbul edirik. Yəni Y variantı. Bax, çaşdırıcı sualdır. Gedib qaça-qaça müsbət 1 yazmayın, şərtə fikir verin. Keçdik test 6-ya. Burada nə iş görək? Vurub açaq mı? X1 üstə gəlsin, X2, heç bir şey açacaq, başqa bir xüsusi çarəsi yoxdur. Nə olur? X-in kvadratı çıxılsın AX, çıxılsın BX, üstə gəlsin AB. Aşağıda da X üstə gəlsin X, 2X, çıx A, çıx B, bərabərdir X-a. Bunu da çarpaz vursaq, X kvadrat çıxılsın AX, çıxılsın BX, üstə gəlsin AB, bərabərdir 2X-in kvadratı, çıxılsın AX, çıxılsın BX. Soldan sağdan silinmələr gedər. AX-lər, BX-lər getdi. Qaldı nə? X kvadrat çıxılsın AB bərabərdir 0. Burada X kvadratdan sonra bir X yoxdursa, bunun köklərinin cəmi 0-dır. X1 üstə gəlsin, X2 0-dır. X1 vurulsun, X2 amma mənfi AB-dir. Köklər cəmini də bizdən istədiyinə görə 0 götürürük. Keçək ikinci sualımıza. Burada nədir məsələ? Yenə köklərin yerinə AB qoyarıq, dərd deyil. Direkt diskriminantı istəyir. Diskriminant B-nin kvadratı 64, çıxılsın 4 vurulsun, A-nın yerinə 2, C-nin də yerinə bura bütöv. A kvadrat üstə gəlsin, B-nin kvadratı. Bərabərdir, nə yazaq indi? Diskriminantı hesablamamışdan qabaq, gəlin biz birinci V7 yazaq bunun üçün. Köklərinin cəmi. Hər tərəf 2-yə bölə, X kvadrat çıxılsın 4X, üstə gəlinsin A kvadrat plus B kvadrat bölünsün 2 bərabər 0. Yəni A plus B-miz 4-ə bərabərdir. A vurulsun B-miz də bərabərdir. A kvadrat üstə B kvadrat bölünsün 2-yə. İndi buna baxaq. A plus B bərabər 4 yazırıq. Buradan da çarpaz vursaq. Onlar nə? A kvadrat üstə gəlsin B kvadrat bərabərdir 2A B-yə. Bunu da bir tərəfə keçirdəndə əslində düsturdur. Bu bizə deyir ki, A minus B-nin mötərizə kvadratı olur da. Bunu sola keçirsək. Bərabər 0. A minus B-miz bərabər 0. Buradan tapırıq ki, A bərabər B. Burada əgər A B-yə bərabərdirsə, 2A bərabərdir, məsələn 4 yazsaq, A-su da olur 2, B-si də olur 2. A-nı B-ni tapdıq. A-nı B-ni tapmışıqsa, onu da yerinə qoyub diskriminantı da tapa bilərik. Tənliyi təzədən yazsaq, olar 2X-in kvadratı çıxılsın 8X. A da 2 idi, B də 2 idi. 4 buradan, 4 buradan toplamı 8 bərabər 0. X kvadrat çıxılsın 4X plus 4 bərabərdir 0. Və sizə belə bir şey deyim. Əgər burada bir formula varsa, X minus 2-nin mötərizə kvadratı bərabər 0. Düstura gəlirsə, həmişə burada diskriminant bilin ki, 0-a bərabərdir. Bu bir qaydadır. Oldu Y variantı. Getdik üçüncü sualımıza. Burada modul varsa, məlum məsələ modulu 2 dəfə dəyərləndirərik də. Bir müsbəti ilə, bir mənfisi ilə. Modul X-a T də demək olar əslində. Köklərinin kvadratları cəmi. Gəlin açaq 2 dəfə. Yazaq ki, bir dəfə X kvadrat üstə gəlsin AX plus 6 bərabər 0. Bir dəfə də X kvadrat çıxılsın AX plus 6 bərabər 0. Köklərin kvadratları cəmindən söhbət gedirsə, 2 dəfə ayrı-ayrı V7 yazırıq. X1 üstə gəlsin X2-miz mənfi A-dır. Amma X1 vurulsun X2-miz
6'dır. Bu birinci viyetimiz. Buradan da ikinci viyeti yazsaq, x3, x4 deyək də. x3 ilə x4'ün cəmi A-dır. x3 vurulsun x4'ün də cəmi 6'dır yenə. İndi bu köklərin ayrı-ayrı kvadratları cəmi yazaq. x1 ilə x2-ni ayrı baxaq, x3 ilə x4'ü. Onda buna uyğun yazaq ki, kvadrata yüksəltsək, x1 üstə gəlsin x2'nin mötərizə kvadratı bərabərdir mənfi a-nın kvadratı olur a kvadrat. Düsturu açsaq, x1'in kvadratı üstə x2'nin kvadratı hasilin 2 misli 2x1 vurulsun x2 bərabər a kvadrat. x1 vurulsun x2'ye gətirib 6 yazsaq, onda olur x1'in kvadratı üstə x2'nin kvadratı bərabərdir a-nın kvadratı çıxılsın 12. Gətirib burada, baxın bu x1, x2'nin kvadratının yerinə 12 yazıram. Sonra keçirik bu x3, x4 olan sıraya. Bunu da harda hesablayaq? Bunu da burada yazıram. x3'ün üstə gəlsin x4'ün mötərizə kvadratı bərabərdir a-nın kvadratına. Bu da düstur kimi açaq. x3'ün kvadratı üstə x4'ün kvadratı hasilin 2 misli 2x3 vurulsun x4 bərabərdir a-nın kvadratına. Yenə hasilin yerinə 6 köçürsək, olur x3'ün kvadratı üstə gəlsin x4'ün kvadratı bərabərdir a kvadrat çıxılsın 12. Gətirib bunu da yerinə köçürdük 12. Onda misalımız 12 çıxıl, a kvadrat çıxılsın 12, daha doğrusu a kvadrat çıxılsın 12. Burada da a kvadrat çıxılsın 12 idi. İndi bunların cəmi deyir bərabərdir bu 26'ya yazaq. 2a kvadrat çıxılsın 24 bərabərdir 26'ya. 2a kvadratımız bərabər 50'yə. A kvadratımız 25. A'mız da çıxır. İndi bir məsələ var. Plus minus 5. Müsbət 5 mi götürək, mənfi 5 mi? A dediğimiz şey neydi? Bu köklərin cəmi. Yoldaşlar, burada bizə bir şərt vermədiyinə görə A müsbət mi olsun, mənfi mi olsun? Hər ikisi düzgündür. Çünki yerinə də qoyanda, burada A-nın yerinə müsbət 5 də qoysaq, mənfi 5 də qoysaq, hər iki tənliyi həll eləmək olur. Heç bir problem yoxdur. Ona görə burada həm A cavabı düzgündür, həm də Y cavabı. Yəni orada keşke əvvəlcədən şart versəydi ki, A sıfırdan böyükdürmü, yoxsa A sıfırdan kiçikdirmi? Bu şərti bizə verməyib. Dəqiq bir şey deyə bilmirəm ona görə. Baxaq 4'ə. Burada da yine viyetdən bildiklərimizi yazaq. x1 üstə gəlsin x2'miz 13'dür. x1 vurulsun x2'miz 6n'dir. Bizə nə deyir? Çarpımın ən böyük dəyəri. Yəni hasilə baxmaq lazımdır. Və şərtdə də deyirsə ki, bunlar tam və müsbətə də olmalıdır. Biz onda hansı cütləri yaradırıq? Cəmi 13 olan 1 12 demək olar. 2 10, 3 9. Belə gəlir. Həmişə çarpımın ən böyük olduğu o deməkdir ki, yaxın rəqəmləri götür. Gəlib buradan ən yaxında dayanmalısan. 4 ilə nə olur bu da? İnşallah hesablayarıq. 4 verəndə 3 ilə 9 yox, 3 ilə 10'dur. Mən nə hesab yazmışım? Toplama 13 olan 2 ilə 11, 3 ilə 10, 4 ilə 9, 5 ilə 8, 6 ilə 7. Baxın, ən yaxını tapdınızsa dayanın. Onsuz sonraki təkrarlanır. Buradan da baxın da 1 vur 12 hasil olur 12. Burada 22. Arta gəlir. Maksimum burada yaranır 42. Bizdən də ən böyük dediyinə görə 42'ni götürürük. Ən böyük dəyər olması üçün n. 6n'i gətirib bərabərləşdirirsən 42'yə. N də buradan çıxır 7. Yəni D variantı. Keçək 5'ə. Yenə viyetdən yazırıq. x1 üstə gəlsin x2'miz m çıxılsın 2'dir. x1 vurulsun x2 bərabər 8. Sonra nə edirik? Misalın verdiyi bu şərtə görə gətirib bu hasildə nəzər alırsan. Yəni x2'nin yerinə x1'in kvadratı qoyuram. x1 vurulsun x1'in kvadratı bərabər 8. x1'in kubu bərabər 8. Buradan x1 çıxır 2. x1'in yerinə 2 qoyanda x2'miz nə olur? x2 də bərabərdir x1'in kvadratı idi axı 4. Bu da çıxdı. Sonra burada yerinə nəzər alıb yazırıq. 4 üstə gəlsin 2 bərabərdir m-2. M'imiz də olar 8. Yəni C variantı. Keçək 6'ya. Yenə viyetdən yazırıq. x1 üstə gəlsin x2'miz mənfi 2'dir. x1 vurulsun x2'miz m plus 1'dir. Təkcə 1'i götürməyin. Sonra burada nəzərə alaq. Yazıq m kvadrat üstə gəlsin 5m minus 8 bərabərdir. x1 vur x2'nin yerinə bu hissə m plus 1'ə. Bir tərəfə atırıq. Üstə gəlsin 4m çıxılsın 9 bərabər 0. M'ləri bizdən ayrı-ayrı da istəmir. Cəmindən söhbət gedirsə, viyetdən istifadə edirik. Cəmi də olur mənfi 4. Yəni bu hissəsi. B variantı.
Bəzən viyetin içində 2-3 dəfə təzədən viyet istifadə edə bilir. 7-də nə deyir? Bu tənliyin kökü təkcə x1-dir. Əgər bir tənliyin bircə dənə kökün veribsə, bir kök varsa, bu o deməkdir ki, bunun diskriminantı 0-dır. Gəlib onu da qıraqda yazırıq. D bərabərdir b-nin kvadratı 36 çıxılsın 4 vurulsun. A-mız a çıxılsın 1, s-miz də 3 bərabərdir 0. 12 vurulsun a-1 bərabərdir 36-ya. A-1 bərabərdir 3-ə. Nəysə kvadratı yoxdur. Bir saniyə. A olur 4. Bircə dənə biz buradan kök tapdıq. Tənliyin kökü ancaq x1 olsun. Tamam, x1 ödədi. Cəm A niyə deyir bunun üçün? Diskriminantda bir problemi yoxdur. Hə, nəyinsə mötərizə kvadratı olmalıdır onda bu. O da yenə diskriminantdan gəlir də. Köklərin cəmi yazmağı düz deyil. Axı, bir dənə A-sı var bunun. Burada nə verib cavabı? 7 Y veribmiş. Nə alaka? Bir dənə də kök çıxardır bu. A-nın yerinə bir də 1 qoyur. Hə, belə bir şey var. Tamam, düzgün deyir. Bir diskriminant sıfıra bərabər olanda eyni kök alınır. Bir də kvadratik tənlik sıfıra getməlidir ki, biz buradan bir dənə kök görək. Yəni, ikinci bir kök olmasın. Onda gəlib qıraqda yazırsan A-1 bərabər 0, A bərabər 1. Düppədüz 4 ilə 1-in cəmi də olur 5. Düz deyir. 8-ə baxaq. Simmetrik 2 kökü. Simmetrik 2 kökü olması yenə diskriminantı. Simmetrik nə deməkdir ümumiyyətlə? Gəlin belə danışaq da. Ədəd oxunda, x oxunda. Məsələn, x 3 olsun, bir də mənfi 3 olsun. Simmetrik o deməkdir ki, biri müsbət, biri mənfi deməkdir. Yəni, x1 bərabərdir mənfi x2-yə. Bunlar da yan yana atanda x1 üstə gəlsin, x2-miz ilə 0-a bərabər olur. Elədir. Buradan da viyyətdən köklərin cəmi x1 üstə x2 deyəndə bu hissəyə baxırıq əksi ilə. Mənfi A-5-ə. Bunu gətirib 0-a bərabər edirsən, bu hissə ilə eyniləşdiririk. Mənfi A-5 bərabərdir 0, A-5 bərabər 0. Buradan da A-sı çıxır 5. A kaçdır? 5-dir. A variantı. Gəldik 9-a. Yenə viyyətdən yazırıq. x1 üstə gəlsin, x2-si 5-dir. x1 vurulsun, x2-si 1-dir. Bizə də bu kökləri gəlin bir kökün altında ayrı-ayrı yazmayaq. Eyni kökə gətirək, məxrəcə gətirək. Bu olur kökün altında x2 üstə gəlsin, kökün altında x1. İndi nə edirik? Bu hissə bizdə yoxdur. Gəlib qıraqda yazıram ki, kökün altında x2 üstə gəlsin, kökün altında x1 bərabər olsun 1t. Yoxdur axı cavab əlimizdə. Və bunu kvadrata yüksəldək gəlin. Mötərizə alın. Həmişə kvadrata yüksəltməlidir, öz başına kökləri silmirik. Mötərizənin üstünə kvadrat yazırıq, parantezən. Bu da olur x2, üzərinə gəlsin x1, hasilin 2 misli 2 vurulsun, kökün altında x1 vurulsun x2, bərabər t kvadrat. Cəmin yerinə 5 yazırsan, hasilin də yerinə 1. T kvadrat bərabərdir 7-yə, t'miz olur kökün altında 7. Cəmi məlum məsələ mənfi olası deyil ki. Gətir buraya yazsan kök altında 7. Burada kökün altında bu hasil 1. Bu da elə olur kökün altında 7. Y variantı. Baxın, çaşdırmaq üçün mənfisini də verib. Sonra 10-cu sualımıza keçirik. Mənfi 3, 5 düz məntiq sənə kökləri göstərir. Yəni, nə deməkdir? Bütün sıranı A-ya bölsək, burada çox vaxt x-in kvadratı çıxılsın, b bölünsün, a üstə gəlsin, c bölü a bərabərdir 0. Bizə nədir köklərimiz? x1 üstə gəlsin, x2-miz. Yəni, mənfi 3 üstə gəlinsin 5 bərabərdir nəyə? Bu ortadakının əksinə mənfi b bölünsün a-ya. Bir də mənfi 3 vurulsun 5 bərabərdir c bölünsün a-ya. Buradan da nə görürük? B bölünsün a-mız bərabərdir mənfi 2-yə. C bölünsün a-mız da bərabərdir mənfi 15-ə. %90 bu tip misallarda a-nı 1 qəbul edirlər. B olur buna görə mənfi 2, C-si də olur mənfi 15. Bunların da toplamı mənfi 16. Baxın, cavabda var. 11-ə keçək. Heç bir şey. Kökləri ayrı-ayrı sıfıra verəsiniz. X olur 5 bölünsün 3. 7 x bərabər 7, x bərabər 1 bölü 3. Bir də x mənfi 4. Bunlar da gəlin toplayaq. 3-də 5 ilə 3-də 1 toplayanda nə olur? 3-də 6, 2, üstə gəlsin 7, çıx 4. 9-dan da 4-ü gedəndə qalar 5. D variantı. 12-də köklərin yerinə m və x2 yazacaq. Gəlin yazaq. Deməli, nəyimiz var? M üstə gəlsin x2-miz buradadır 5.
M vurulsun x2'miz isə 2-yə bərabərdir. Bu belə. Bunu da gəlin belə davam eləyək. Əgər misalda x2-dən söhbət getmirsə, x2-ni bir əvəzləyək, yox eləyək. Yəni 5 çıxılsın, m yazmaq olar. Gəlib aşağıda da yazırıq, m vurulsun, 5 çıxılsın, m bərabər 2. Bunu da sadələşdirəndə olur, 5m çıxılsın, m kvadrat bərabərdir 2-yə. Bir tərəf atanda m kvadrat çıxılsın, 5m, yəni mənfiyə vururuq da, bərabər -2. Belə bir tənlik alırıq. Bu burada gözləsin. İndi bunu gəlib açıb, yəqin ki, o m kvadratları görürük. M'in kvadratı çıxılsın 4m, çıxılsın m, üstə gəlsin 4. Baxın, o 5m yarandı. M'in kvadratı çıxılsın 3m, çıxılsın 2m, üstə gəlsin 6. Yuxarıda olur m kvadrat çıxılsın 5m, üstə gəl 4. Aşağıda olur m kvadrat çıxılsın 5m, üstə gəl 6. Hər iki m kvadrat çıxılsın 5m'in yerinə. Buradan -2 qoyuruq. -2 üstə gəl 4. -2 üstə gəlsin 6. 2 bölünsün 4, bu da olur 1 bölünsün 2. A variantı. 13'e keçək. Sonra buradan inirik. Bir yan-yana ataq bunu. X'in kvadratı üzərinə gəlsin x. Çıxılsın y. Çıxılsın 12 bərabər 0. X çıxılsın y-in cavabı var axı. Bunun yerinə 3 qoysaq, olur x kvadrat bərabərdir 9-a. Kvadratdan da 2 dənə kök çıxır. Məlum məsələ. Plus minus 3. Bu kökləri də toplayanda 3 üstə gəlsin, -3 verər bizə 0. B variantı sadə bir şeydir bu. 14'də köklər x1, x2 modulları bir-birinə bərabərdirsə, onda bu köklər çox güman ki, bir-birinin əksidir. Yəni, x1 bərabərdir -x2 yazanda, moduldan çıxanda bunlar bir-birinə bərabər olur. Yəni, 3 -3, 5 -5 kimi baxa bilərsiniz. Bunu da yan-yana atanda x1 üstə gəlsin, x2 bizə verir 0. Gəlib buradan köklərin cəmi yazaq. x1 üstə gəlsin, x2'miz bərabərdir nəyə? -2 vurulsun a plus 2. İndi deyəcəm a yazmağının görək məntiqi nədir? Ya bunlar 2-dən onda versiya var. Ya bunlar həqiqətən cəmləri əksdir. Birinci versiya bu. İkinci versiya ola bilər ki, x1 ilə x2 düz məntiq bərabərdir. Yəni buradan da diskriminant bərabər 0-a gedəcək. Yuxarıdakı birinci hala görə yazdığımızı həll eləsək, birinci hal deyib heç qarışdırmayayım. x1 üstə gəlsin, x2 dedik. Buradan da nə olan şeydir? Bunu gətirib elə öz altına yerləşdirim. Bu buradan çıxır. Birinci halı həll edirik hələ ki. Köklərinin cəmi bizdə nədir? 0. Onda olur ki, a plus 2 də bərabər olur 0-a. A bərabər -2. Bir dənə hal buradan çıxdı. İndi ikincisini gətirib yazsaq, diskriminantı da hesablamaq olur. Axı, məlum məsələ. Diskriminantımız bərabərdir. Buradan b-nin kvadratı 2 vurulsun a plus 2-nin mötərizə kvadratı çıxılsın 4 vurulsun. A-mız 1, S-miz də olur 5A. Bərabər 0. Bunu da hesablayıb açsaqmı? Köklərin cəmi lazımdır əslində bizə. 2A-nın 2-nin də kvadratı 4 danışaqdır onda. 4A-nın kvadratı hasilin kimisi 4A, 4'ə vuraq 16A. 4, 4'ə vurulsun üstə 16, çıxılsın 20A. Bərabər 0. Bura olur 4A-nın kvadratı çıxılsın 4A üstə gəlsin 16 bərabər 0. Bütün hər tərəfdə 4'ə bölsək A kvadrat çıxılsın A plus 4 bərabər 0. Belə bir tənlik aldıq. Buradan da A-nı ayrı-ayrı bizə lazım deyil deyə A1 üstə gəlsin A2-ni buranın əksi müsbət 1 götürmək olar. Bir buradan kök çıxıb buna da bir A3 deyil. Onda bütün A-ların cəmi olacaq 1 üstə gəlinsin -2. Bu da verir bizə -1. Yəni B variantı. Keçək 15'ə. Burada nədir məsələ? Yenə viyyətdən bildiklərimizi yazaq. Cəmi 6'dır, hasili 3'dür. Sonra nə görürük? Baxın, bu tənliyə oxşuyur. Onda neyək? Tənliyin köklərini yenə bir x1 yazaq. Çünki x1 bunun köküdür axı. Yuxarıdakını nəzərə alıb yazsam olur x1'in kvadratı çıxılsın 6 dənə x1. Üstə gəl 3 bərabər 0. Sonra misalın bu istədiyini də gətirib bunun altına yazaq. Məsələn, bunun cavabını bilmirəm, bir t olsun. x1'in kvadratı üstə gəlsin 6 dənə x2, üstə gəlsin 5, bərabər olur t-yə. Bunu tərəf-tərəfə çıxanda bu x1'lər gedir. Qalır nə? -6x1, üstə gəlsin 3, çıxılsın 6x2, üstə gəlsin 3, çıxılsın 5, bərabərdir 0-dan da t-ni çıxanda -t. Buradan -6'nı çıxardığında qalır x1 üstə gəlsin x2, çıxılsın 2 bərabər -t-yə. x1 üstə x2'miz də var. Gətirib bunun yerinə 6 qoysaq, olar -36 çıxılsın 2 bərabərdir -t-yə. T-miz də olar 38. Heç köklərin hasilinə ehtiyac qalmadı. Y variantı.
Getdik 16-ya. Buradan yeni 2 dənə ayrı tənlik. Buna görə nə yazırıq? X1 üstə gəlsin x2-miz bərabərdir A-ya. X1 vurulsun x2-miz bərabərdir 3-ə. Bir də ikinci tənliyə görə nə yazırıq? Kökləri buradan götürürsən. X1 üstə 2 üstə gəlinsin x2 üstə gəlinsin 2 bərabərdir. Buranın əksinə 8-ə. Bir də x1 üstə gəlinsin 2-ni vuranda x2 üstə gəlinsin 2-yə. Bu da bərabər olmalıdır bu hissəyə. B-5-ə. Yəqin ki, bir problem yoxdur. Yuxarıdan indi nə edək? Köklərin cəminin yerinə, bax bu köklərin cəmi A-dır axı, burada da x1 və x2 görürük. Buradan onda yazarıq ki, A üstə gəlinsin 4 bərabər 8-ə, A-mız çıxır 4, A-sı hazırdır. Sonra bir dənə də bu tənliyi vurub açsaq, olar nə? X1 vurulsun x2, üstə gəlinsin 2x1, üstə gəlinsin 2x2, üstə gəlinsin 4 bərabərdir, B çıxılsın 5-ə. X1 vur x2-nin cavabı var 3. Yazıram 3, üstə gəlsin 2-ni ortaq vuruq çıxardırıq. X1 üstə gəlsin x2, plus 4 bərabərdir B-5. Köklərin cəmi də var idi bizə A. A-nı da tapmışıq axı 4. Yəni A bərabər 4-ün də yanına yazım elə. Burada gətirib yazırıq 4. 3 üstə gəlsin 8, üstə gəlsin 4 bərabərdir. B çıxılsın 5-ə. B-miz də buradan olar. 3, 4, 7, 8, 15, 5, 20. B-ni də tapdıq. A-sı B-si tapıldı. 20 üstə gəlsin 4 bərabərdir 24. B variantı. Sonra bu bölmə bitdi. Burada saxlayırıq. Gələn dərs qəşəng eşitçilərdən sizə qaydalar deyəcəm uşaqlar. Burada saxlayırıq. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti dərsdə görüşərik. Hələlik.